Selamünaleyküm, əziz abituriyentlər. Hamınıza uğurlar arzu edirəm. Baxırıq 2025 test toplusu çox adlinin qruplarına ayırması. Bismillah. Səhifə 41. Demək, birinci misal belədir. X kubu çıxılsın 27 bərabərdir. X minus 3 vurulsun A. Bəli, A çox hədisini tapın. Aydın ki, A buradan bərabərdir. X kubu çıxılsın 27-ni bölürsünüz x minus 3'e. Bu da bərabərdir. A kubu çıxsın B kubu düsturuna görə bu x çıxılsın 3 vurulsun. Son birincinin kvadratı, yəni x'in kvadratı üstə gəlir. Birincinin ikinciyə vurma hasili üstə gəlsin ikincinin kvadratı. Bir də bölünsün x minus 3. Buradan aydın ki x'lar gedir. A bərabərdir x kvadrat üstə gəlsin 3-2 üstə gəlsin 9'a. Sonra ikinci misal. İkinci misalda demin x kvadratı vurulsun a çıxsın b çıxılsın y kvadratı vurulsun a çıxsın b nəyə bərabərdir? Buradan ortaq vuruq a çıxsın b'dir. A çıxsın b'ni çıxartırsınız mötərizənin xaricinə. Qaldı a çıxsın b vurulsun x kvadratı çıxsın y kvadratı. Bunu da belə saxlaya bilməzsiniz. Çünki vuruqlarını ayırırıq. A çıxsın b x çıxsın y vuruqlarını ayıranda hər bir vuruq çox adi olmalıdır. Burada artıq nədir? Dayanırıq. Bəli. Sonra üçüncü tapşırıqda demək x üstə gəlsin y çıxılsın z-in kvadratı çıxılsın x minus y üstə gəlsin z-in kvadratı. Burada aydın ki a kvadratı çıxılsın b kvadrat düsturuna görə bir dəfə çıxırsınız. Yəni x üstə gəlsin y çıxılsın z. Bax bu ifadədən çıxırsınız. X çıxılsın y üstə gəlsin z-i. Sonra vuraq. İndi isə həmin o ifadələri toplamaq lazımdır. X plus y çıxılsın z üzərinə gəlsin x minus y plus z. İndi sadələşdirək. Mötərizələr açaq. Bu bərabərdir. Deməli, burada olacaqdır. Mötərizənin içərisində x plus y çıxılsın z. Aydın ki, qabaqda mənfi olanda bunların işarəsi dəyişəcəkdir. Çıxılsın x. Baxın, mənfidir, üstə gəlsin y, üstə gələkdir, çıxılsın z, bir də vurulsun. Bu olduğu kimi qalır, bax, bu olduğu kimi qalır, x plus y çıxılsın z, bir də üstə gələk, bu ifadənin görsüz qarşısında toplama var, hamısı olduğu kimi qalacaqdır, üstə gəlsin x, çıxılsın y, üstə gəlsin z. O da bərabərdir, burada oxşar toplamda islah olur, yəni x müsbət mənfi gedir, sonra qalanları qalır. Sağdakında isə deməli mənfi z-lə müsbət z gedir. Bir də ki, müsbət y-lə mənfi y gedir. Yəni, bərabərdir. Demək, burada demək, y oldu 2y. 2y. Bir də ki, mənfi z oldu mənfi 2z. Bir də vurulsun. Deməli, x oldu 2x. Buradan da 2'ni qarşıya çıxarsa, burada da 2 var deyə 4 vurulsun. Deməli, x və y çıxsın z. Bu şəkildə qalacaqdır. Bir daha dördüncü tapşırıq. Deməli, 2 üstə gəlsin x çıxılsın y-in kvadratı çıxılsın 2 minus x üstə gəlsin y-in kvadratı. Bu bərabərdir. Yenə birincidən ikincini çıxırıq, yazaq. Deməli, 2 üstə gəlsin x çıxılsın y-dən çıxırıq. Deməli, 2 minus x üstə gəlsin y-in. Bir də vuraq. Həmin bax bu ifadələr nədir? Toplamaq lazımdır. Yəni bu elə bilin ki a kvadrat çıxılsın b kvadrat üstürdür. A kvadratı çıxılsın nədir? B kvadratı. Bir dəfə çıxırsınız, bir də toplayırsınız. İndi toplayaq. Həmin bu ifadələri toplayırıq. 2 üstə gəlsin x çıxılsın y-in üzərinə gəlirik. Demək 2 minus x plus nədir? Bu y-də üstə gəlsin y. O da bərabərdir. Yəni burada demək mötərizələri açırıq. Qalacaqdır. Deməli, 2 üstə gəlsin, 2 çıx y. Qabaqda mənfi var deyə, çıx 2, üstə gəlsin 2, bir də çıxılsın y. Digər mötərizə isə bu olduğu kimi qalır. 2 plus x minus y, bir də üstə gələk. Bu da aydın ki, qabağında toplama var, olduğu kimi qalır. Bu şəkildə, o da bərabərdir. Yenə, burada oxşar toplamlar islah gedir. Burada deməli, 2 ilə mənfi gedəcəkdir. Burada mənfi x-dən müsbət x-ə mənfi x, mənfi y-lə müsbət y getdi. Burada deməli bərabər oldu. X-dən x-in cəmi oldu 2x. Çıxılsın mənfi y oldu mənfi 2y. Burada da 2 ilə 2'nin cəmi 4'dür.
Bu da oldu 8 vurulsun x minus y. Bu şekilde kaldı. Tamamlayaq. 5-ci tapşırıq. 5-ci tapşırıq. Deməli x minus 1'in kubu bir de çıxılsın x üstə gəlsin 1'in kubu. Düzdür, biz bunu a kubu çıxılsın b kubu. Yəni a çıx b'nin kubu kimi aça bilərik. Ancaq ən gözəli elə a çıxsın a kubu çıx b kubu var ya, a çıx b vuraq a kvadrat üstə gələ a b üstə gələ b kubu. Ondan aça bilərik. Ancaq uzundur. Ən yaxşı bir-bir açmaqdır. Məsələn, bu birincidə aydındır ki, birincinin kubu nətərdir? Çıxılsın 3 vurulsun. Birincinin kvadratı vur ikinci. Üstə gəlsin 3 vurulsun. Birinci vur ikincinin kvadratı. Bir de təzədən çıxılsın. Axırıncı nədir? Kubu. Bax belə. Bir de çıxılsın. O birisi də deməli x üstü bu ikincini yazıram. Birincinin kubu üstə gələ 3 vurulsun. Birincinin kvadratı vur ikinci. Üstə gələ 3 vur ikincinin kvadratı. Üstə gələ axırıncının kubu. Sadələşdirək. Bu bərabərdir. X'in kubu üstə çıxılsın deməli 3x'in kvadratı. Üstə gəlsin 3x çıxılsın 1. Bir de çıxaq. X'in kubu üstə gəlsin 3x'in kvadratı. Üstə gəlsin 3x üstə gəlsin 1. Mötəzir açanda birinci olduğu kimi qalır. X kubu çıxılsın 3x'in kvadratı. Üstə gəlsin 3x minus 1. Burada aydın ki qabağında mənfi var, hamısı dəyişir. Çıxılsın deməli x'in kubu. Bir de çıxılsın 3x'in kvadratı. Çıxılsın 3x çıxılsın 1. Burada da aydın ki müsbət x kubu, mənfi x kubu gedir. Sonra müsbət 3x'dən mənfi x gedir. Qaldı deməli mənfi x kvadratı, mənfi x kvadratı. Yəni bərabərdir mənfi 6x'in deməli kvadratı. Bir de mənfi 1, mənfi 1. Yəni çıxılsın 2. Buradan da mənfi 2'ni qabağa çıxarsa olacaqdır 3x'in kvadratı üstə gəlsin 1. Bu şəkildə qaldı. Sonra 6-cı tapşırığa baxaq. 6-cı bu isə a üstə gəlsin 2'nin kubu. Bir de üstə gəlsin a çıxılsın deməli a çıxılsın 2'nin kubu. İndi yenə açaq, bu bərabər. Yəni bu mötərizədən açıram. Oldu deməli birinci a'nın kubu. Üstə gəlsin 3 vurulsun a'nın kvadratı vur 2. Üstə gəlsin 3 vurulsun a vurulsun 2'nin kvadratı. Üstə gələ 2'nin kubu. Üstə gəlsin digəri. Birinci a'nın kubu çıxılsın 3 vurulsun a'nın kvadratı vur 2. Üstə gələ 3 vurulsun a vur 2'nin kvadratı. Bir de çıxılsın 2'nin kubu. Sadələşdirək, sonra mütəzili açaq. Demək, burada qaldı a'nın kubu. Üstə gəlsin bu aydın ki 6a'nın kvadratı. Üstə gəlsin bu oldu demək 4 vurulsun 3 12a. Bir de üstə gəlsin 8. Bir de üstə gələk. A'nın kubu çıxılsın 6a'nın kvadratı üstə gəlsin 12a çıxılsın 8. Bəli, burada aydın ki olduğu kimi qalacaq. Çünki müsbətdir. Elə birbaşa yazaq. Deməli müsbət 8'dən mənfi 8 gedəcəkdir. Müsbət 6a kvadratı mənfi 6a kvadratı islah olunur. Qaldı 2 dənə a'nın kubu. Üstə gəlsin 24 dənə a. Buradan da deməli 2a'nı çıxardaq mötərizə xaricinə. Qalsın a'nın kvadratı üstə gəlsin 12. Belə. Sonra 7-ci misala baxaq. 7-ci misal. Demək 7-ci misalda sual belədir. X üstü 2n üstə gəlsin deməli 3 üstü n vurulsun x üstü n. Bir de üzerine gelsin 3 üstü 2n. Bir de vurulsun x üstü n çıxılsın 3 üstü n. X üstü n çıxıb üstü n. Bura x üstü 3n üstə gelsin y üstü 3n. Başlayın. Burada aydındır ki bax bu altına xətt çəkdiyim. Bax bu a kubu çıx b kubunun açılışıdır. A kubu çıx b kubu nətərdir? Bax a çıxılsın b. Sonra a'nın kvadratı üstə gələ a vur b. Üstə gələ b'nin kvadratı. Ona göre bəli, bu birinci ifadəni ikinci ifadəyə vuranda burada a'nın yerində x üstü n dayanır, b'nin yerine 3 üstü n. Olacaq x üstü n'in kubu. X üstü n'in də kuba yüksəldəndə 3n'ə vurasın. X üstü demək 3n. Çıxılsın 3 üstü 3n. Bir de görürsünüz bax bu qoşması. X üstü 3n. Bir de üzerine gəlsin 3 üstü 3n. Bu da a kvadrat çıxılsın b kvadratı düsturuna göre birincinin kvadratı, yeni deyirəm bunun kvadratı yüksəldəndə qüvvətlər vurulur. Yəni 2'nin 3'ni vurasınız 6n.
Çıxılsın 3 üstü nədir? 6 bu şəkildə qalır. Sonra 8-ci tapşırıq. 8-ci tapşırıq. Deməli, k vurulsun x-in kubu çıxılsın 32. Bu bərabər deməli x çıxılsın 4 vurulsun px. Olarsa px çoxaltsın, buradan tapmaq lazımdır. Bax, sağ tərəfə baxırsınız ki, buradan x çıx 4 vuruqdur. X çıx 4 vuruqsa, deməli x bərabər 4 aparıq yerinə yazanda burada sıfırlayır. Yəni, bu belə deyək də x çıx 4 bərabər 0 dəyənin kökü 4'dür. Sağ tərəfdə, yəni 4'ü yerinə yazan 0 isə, bunlar bərabər olduğuna görə sol tərəfdə də x-in yerinə 4 yazanda 0 eləməlidir. Buradan deməli x-in yerinə 4 yazıb k-nı tapacağım. Yəni k vurulsun 4'ün kubu çıxılsın 32. Yəni istəsəniz yerinə yaza bilərsiniz. Görürsünüz sıfırlayır. Buradan k bərabər 32 bölünsün 64. Yəni oldu 2'də 1. Artıq k'nın yerinə 2'də 1 yazsa, misalımız oldu 2'də 1 vurulsun x'in kubu çıxılsın 32. O da bərabərdir. Həmən bu x çıx 4 vurulsun px. Şimdi buradan px tapaq. Buradan px bərabər olacaqdır. Buradan gəlin 2'də 1 çıxardıq önə. 2'də 1 çıxdı qarşıya. Deməli, buradan qaldı x'in kubu çıxılsın 64. Çünki 64'ü 2'də 1'ə vuranda 32. O da bölünsün x minus 4. Bu da a kubu çıxılsın b kubu düsturuna görə açırıq. Deməli, 2'də 1 vur. Bu 4'ün kubu daxı x çıxılsın 4 vurulsun birincinin kvadratı. Üstə gəlsin birinci, ikinci sadəcə hasili. Üstə gəl 4'ün kvadratı. Bölünsün x çıx 4. Gördüğünüz kimi x çıx 4'də buradan ixtisar gedəcəkdir. Və buradan alınır ki, həmən axtardığımız px bərabər sadəcə 2'də 1 vurulsun. Həmən bu x kvadrat deyə üstə gələ 4x, bu da 16'dır. Üstə gəlsin 16. Bəli, istəsəniz belə saxlaya bilərsiniz. Cavablarda saxlamayıblar, yazıblar 2'də 1 x kvadratı. 4'ü 2'yə böldük 2x. 16'nı 2'yə böldük. Bu da elədir 8. Və salam. Sonra 9 tapşırığa baxırıq. 9-cu sual. Deməli, a-nın kvadratı üstə gəlsin 2ab. Üzərinə gəlsin b-nin kvadratı. Bir də çıxılsın c-nin kvadratı bərabər 19. ABC naturətlərdir. Bu naturətlərin sualıdır, belə deyək. Daxiliyim. Naturaldan qruplanarma. Bu gördüyünüz üçlüyü qruplaşdırsam, bu aydın ki oldu. A üstə gəlsin b-nin bütövlükdə nədir? Kvadratı. Çıxılsın c-nin kvadratı. Bərabər 19. Bu da müxtəsərə görə bir dəfə bu ifadədən c-ni çıxıram, bir dəfə toplayıram. A plus b çıx c. Vurulsun a üstə gəlsin b üstə gəl c 19'dur. Aşağı indir 19. 1 vursun 19 deməkdir də. Buradan yəni natural daxı bunların hamısını belə deyək. Şey nədir cəmi. Ona görə baxın bu toplayanda mı çox olur yoxsa belə toplayıb birini çıxanda mı? Biz toplayanda. Deməli ona görə bu cəmin yerində 19 duracaq. Yəni a üstə gəlsin b üstə gəl c-nin yerinə gəlin bu böyük yazaq. Bu azın da yerinə a üstə gəlsin b çıx c-nin yerinə də 1 yazaq. Bəli, bunları tərəf-tərəfə toplasanız, deməli burada deməli c-lər gedəcəkdir. Bəli, bunları tərəf-tərəfə toplasa alırıq deməli 2a üstə gəlsin 2b c-lər getdi bərabər 20-yə. Onda a-nın b-nin cəmi bərabər 10-a. Sonra tərəf-tərəf çıxsanız da şahiddir. Onda A-lar gedir, B-lər gedir. Ya da A-nın B-ni belə deyək yerinə qoysaq. Olsun, yerinə yazaq. Mən çıxıram. A-lar getdi, B-lər getdi, qaldı 2C. 2C də bərabər 19 çıx 1, 18-ə. C də bərabər nədir? 9-a. Ya da dediyim kimi A-nın B-nin yerinə gətirib nədir? 10 qoyanda 10-dan 9 çıxanda aydın ki birilir. Deməli, bizdən soruşur ki 2C çıxılsın A, çıxılsın B nəyə bərabərdir? Biz də 2C-ni saxlayaq, mənfini qabağa çıxaraq. 2 dəfə C ilə də 18. 18-dən A-nın B-nin cəmi, yəni 10'u çıxırsınız. Cavab ilə nədir? 8. Bax belə. Sonra növbəti misal. 10-cu misal baxaq. 10-cu misal deyir ki, məsələn, deməli, x üstü k-nın kvadratı çıxılsın deməli 3k üstə gəlsin 5, bir də çıxılsın 8. Bax, bu bərabər olmalıdır. X minus 2 vurulsun deməli x-in kvadratı üstə gələk 2x, bir də üstə gələk. Bax, bunu yazıram. K-nın kvadratı çıxılsın 6k plus 12. Bax, bu eliptik sərbəst sətin yerindədir. Bu nəyin açılışına oxşuyur? Bu x kubu çıxılsın y kubunun açılışına oxşuyur. Bax.
Məsələn, bu düstur baxın görün. A-nın kubu çıxılsın B-nin kubuna oxşurmu? Bərabərdir. Bax, bərabərdir belə deyək. Həmən A çıxılsın B. Vuraq. Görürsünüz A-nın kvadratı üstə gələk. Bax, A vur B. Bir də axırıncı bax bu ifadənin yerində ki, B-nin kvadratı dayanır. Vəssalam. İndi ona görə də biz deyirik ki, bu B-nin kubu 8 olduğuna görə elə B-nin yerində 2 dayanır. Ona görə B buradan önce tapıldı. B bərabər oldu nədir? 2-yə. Bəli, B 2-dir. Bir dəqiqə. Deməli, buradan da bu da məsələn K kvadratı çıxılsın. K kvadratı çıxılsın 3K üstə gəlsin 5. Bu da aydın ki 3 olmadı axı. Yəni A-nın kubu, bu da X-in kubu. Yəni 3'dür. Buradan da K'nın kvadratı çıxılsın 3K plus 2 bərabər 0'dan. Bunun da köyləri 2 ilə 1'dir. Bu da viyetə görə, çünki toplayanda 2 vuranda 2'lir, toplayanda eksi 3 eləməlidir. İndi burada K'nı 2 mi götürəcək, 1 mi götürəcək? Bilirsiniz ki, məsələn, bax bu sağ tərəf var. İndi artı məsələn biz bildik ki, B nədir? B'nin tapda B 2'dir. Yəni bu A kubu çıxılsın, A kubu çıxılsın 2'nin kubu. Yəni bunu açanda nə verirdi? Yazırdıq A çıxılsın 2, bir də vurulsun. A-nın kvadratı üstə gəlsin 2A, üstə gəlsin 4. Ay 4. Deməli, bax bu altına xətt çəkdiyim yerində deməli 4 durur. Çünki burada nədir? Üstə gəl 2A, üstə gəl 4'dür. Burada da 4 olmalı. İndi K'nı tapışam 2 ilə 1. Görək indi baxın. Həmin bax bu ifadədən gedir söhbət. Bax bu. Deməli, K'nın kvadratı deməli çıxılsın 6K üstə gəlsin 12. Bax burada baxaq görək K'nın yerinə 2 mi yazanda 4 eləyəcək, yoxsa 1 mi yazanda? K'nın yerinə 1 yazanda 1'in üstə 12 gələndə 13 eləyir, 13'dən 6 çıxanda 7 eləyir. Olmadı. Deməli, burada biz K'nın yerinə 1 yazanda bu ifadə oldu. Deməli, 1 çıxılsın 6 plus 12, belə də 7. Bu cür səhv deyil, belə olmaz. Ancaq K'nın yerinə deməli 2'ni yazanda bu ifadə olacaq 2'nin kvadratı 4. Çıxılsın 12 plus 12 bərabər 4. Demək 4 olur. Ona görə beləliklə B'si də 2'yə bərabərdir. K'sı da nədir? 2'yə bərabərdir. Sualda buydu K'nın hansı qiymətində? K'nın deməli 2 qiymətində. Sonra 11'in suala baxaq. 11'in sualı. Deməli X üstü K'nın kvadratı çıxılsın 6K üstə gəlsin 11. Üstə gəlsin 27. Bax 27 artıq nədir? 3'ün nədir? Kubudur. Bu bərabərdir. X üstə gəlsin 3. Vurulsun. Deməli X'in kvadratı çıxılsın 3x. 3x bir də 3x üstə gəlsin. K'nın kvadratı çıxılsın 7K plus 21. Deməli bax görək bunun yerinə nə dayanacaq? Bu artıq yuxarıdakı 3 olmalıdır. Deməli bu X kubu üstə gəlsin 3'ün kubunun açılışıdır. Bu oldu deməli X plus 3. Vuraq nə? X'in kvadratı çıxılsın 3x. Üstə gələk 9 olmalıdır. Bax belə. İndi aydındır ki, deməli burada həmən bax məsələn bu altına xətt çəkdiyim ifadə olmalı 9. Deməli K'nı tapaq. Bu deməli 3'dürsə, bu yuxarıdakı deməli 3 olacaqdır. Deməli K'nın kvadratı çıxılsın 6K plus 11 3'dür. 3'ü sola keçirsəm K'nın kvadratı çıxılsın 6K plus 8 0 olur. Burada da K'sı deməli 2 və 4'dür. Toplayanda deməli eksi 6 eləməlidir, buranda 8 eləməlidir. 2 ilə 4'ün cəmin eksi 6'dır, buranda 8. İndi görək K burada 2 mi olacaq, yoxsa 4? Çünki yerinə yazın 9 eləməlidir. Hansı ifadə? Deyək, bax bu. K kvadratı çıxılsın 7K plus 21. K'nın yerinə görə hansı? K'nın yerinə 2 yazanda, elədi məsələn K'nın yerinə 2 yazanda, bu oldu 4, çıxılsın 14, üstə gəlsin 21. O da bərabərdir, neçədir? 25 çıxılsın 14, o da 11. Bu uca olur səhv. Ancaq K'nın yerinə 4 yazanda, bax bu ifadədən gedir söhbət. Deməli 4'ün kvadratı 16, çıxılsın 4 dəfə 7 28, elədir mənfi 12, üstünə 21 gələn 9. Bu oldu düz. Ona görə demək K nədir? 4 olmalıdır. Vəssalam. Növbəti mövzu keçirik. Deməli səhifəsi 41. Misal nömrə 1-dən də 1'dən 41'ə belə deyək. 1'dən 41'ə bəli. Baxaq. Deməli birinci sual. 5m kvadratı n çıxılsın 20 m'in kvadratı nəyə bərabər? Aydın ki,
Ədədlərdən 5 çıxır. Burada da m kvadratı m. Ən balaca hərəsindən bir dənə mn çıxır. Qaldı burada mötərizədə m çıxılsın. Nədir? 4n. İkinci. 18 deməli AB-nin kvadratı üstə gəlinsin. 27 dənə A-nın kvadratı B. Buradan deməli 18 və 27-dən əbub, yəni 9 çıxır. A və A kvadratı ən minimal dərəcə A-dır. B kvadrat B ən kiçik B-dir. Mötərizə qaldı deməli 2 dənə B üstə gəlsin 3 dənə A. Bu şəkildə. Üçüncü tapşırıq deməli 3x-in kvadratı çıxılsın 4x çıxılsın 7. Bunu aydın ki, məsələn, biz dərsdə məsələn parçalama ilə, nə bilim, varsa viyetlə, sonra qayçı usulü demişdik, diskriminantla bir çox yolla yazarıq inşallah. Ancaq burada isə parça, məsələn, hansı rahatlı onunla yaza bilərik. Məsələn, biz demişdik A çıxsın B üstə gəlir C0-dır. A çıx B üstə gəlir C0-dır. Bu tənin köklərin biri məsələn -1-dir. Digəri də x2 bərabərdir -c bölü A. Yəni 7 bölünsün 3. Hansı düsturdur? A çıxsın B üstə gəlir C0-dır. Və bu videoda hansı rahatsa onu yazacağım. Dərsdə isə yenə parçalama aydında -4x yazırıq. -7x üstə gəlir 3x. Ona görə birbaşa 3 vurulsun x üstə gəlsin 1. Vurulsun x çıxılsın 3-də 7. Beləcə. Bu da oldu. X üstə gəlsin 1 vurulsun 3x çıxılsın 7. Sonra 4-cü tapşırıq. Deməli, sual belə 4a-nın kvadratı bəli çıxılsın 4b-nin kvadratı çıxılsın 4a üstə gəlir 1. Buradan məsələn 4a-nın kvadratını bir də -4a biri 1 götürəcəm. Çünki aydındır ki, bu neysə kvadratıdır. Çıx, bu isə təkcə qalacaq. Bu oldu deməli mötərizə 2a çıxılsın 1-in kvadratı. Bu da çıxılsın 2b-nin sadəcə kvadratı. Bu bərabərdir. Bir dəfə çıxırıq, bir dəfə topluyoruz. 2a çıx birdən çıxırıq 2b-ni. Bir dəfə də 2a çıx 1-in üzərinə 2b-ni əlavə edirik. Və salam. Növbəti sual, 5-ci sual. 5-ci sual belədir. Deməli, a üstü 4, sual deyim, a üstü 4 üzərinə gəlsin a-nın kvadratı, üstə gəlsin 1. Başlayın ki, bu neysə kvadrat deyil də, mən bura, bax, bunun qabağını 2 artıracağım, yəni 2a kvadratı. Üstə gəlsin 1. Belə yazım ki, neysə kvadrat olsun. Ancaq burada a kvadratı, bu da 2a kvadratı. Gərək birini çıxam ki, özü olsun. Çıxdım. Mötərizə oldu a kvadratı, üstə gəl 1-in bütövlükdə kvadratı, bu da çıxılsın a-nın kvadratı. Bu da aydın ki, bir dəfə çıxırıq. A kvadratı üstə gəl 1-dən a-nı çıxırıq. Vururuq. A kvadratı üstə gəl 1, üstə gəlsin a-ya vururuq. Sonra 6-cı tapşırıq. Demək, x kvadrat vurulsun y çıx 1. Bir də çıxılsın y kvadratı vurulsun x çıx 1 nəyə bərabər? Buradan heç nə çıxmır. Vurun, açın. X kvadrat y çıx x-in kvadratı qabaqda mənfi var. Çıxılsın y kvadrat x üstə gəl y kvadrat. Təzən 2-2 qruplaşdırmayın da, yəni ardıcıl, yeniş yalasız deyə. Gəlin bunları belə tərsən qruplaşdıraq. Deməli, bu x kvadratı y-i 1 götürdüm. Çıxılsın y kvadrat x-i 1 götürürəm. Digər ikisini də, məsələn, bu mənfin qabağa çıxırsaq, mənfi x kvadrat çıxılsın y kvadratın 1 götürürəm. Bircə mənfi qabağa çıxdı. Ona görə bu müsbətli mənfi oldu. Bəli, birincidən deməli x, y çıxır önə. Qaldı x minus y. İkincidən də aydın ki, x minus y ilə x plus y-in hasilidir. Buradan təkrar x minus y çıxır qarşıya. Alırsınız x minus y, vurulsun x plus y. Bir də vuraq x, bir dəqiqə, səhv yazın. Bu şeynədir, x, y, səhv yazın benim. Buradan deməli x minus y çıxır qabağa. Qaldı deməli x, y. Bəli, çıxılsın 2, çıxılsın 2, çıxılsın 2, çıxılsın y və salam. Belə, növbəti misala baxaq. Deməli, 7-ci tapşırıq. Deməli, x kvadratı vurulsun, y üstə gəlsin 1. Çıxılsın, deməli, y kvadratı vurulsun, x üstə gəlsin 1 nəyə bərabər? Buranı açalım. X kvadratı y üstə gəlsin x-in kvadratı çıxılsın y kvadratı x çıxılsın y-in kvadratı. Bu bərabər. Yenə birincinə üçüncünü bir götürək. Yazıram x kvadratı y çıxılsın y kvadratı x. Aha,
Bu digər ikisini də bir götürsünüz. Yəni üstə gəlsin x-in kvadratı çıxılsın y-in kvadratı. Bu da bərabər. Deməli buradan x, y çıxdı mötərizə xaricinə. Qaldı x, y vursun x minus y. Bir də üstə gəlsin x minus y vurulsun x plus y. Yenə təkrar x minus y çıxır qarşıya. Bu bərabər deməli x minus y vurulsun x, y üstə gəlsin 2 çıxılsın y qalır. 8-ci tapşırıq. Deməli 8-ci tapşırıq belədir. 49 deməli a-nın kvadratı. Üstə gəlsin 3b-sin çıxılsın 9b-nin kvadratı çıxılsın 4-də 1 c kvadratı. Bunu necə fikirləşirsiniz? Bəzi şahiddə deyir ki, müəllim kvadratları bir götürək. Bax BC-ni gördünüz, BC. Bax məsələn və ya AB, AC bu şəkildə. Məsələn biri deyir ki 49a kvadratına mənfi 4-də 1 c kvadrat heç nə verməyəcək. Və ya a kvadratı b kvadrat heç nə verməyəcək. Bax şəkildə BC-ni gördünüzsə bütün B ilə C-ni bir yerə yığırsınız. AC olsaydı A-nın C-ni, AB olsaydı bütün AB-ləri bir götürəcəm. Mən 49a kvadratını saxlayıram. Buradan da bildiyiniz qabağa bir mənfi çıxardacağam. Belə. Gəlin bunları yazaq. Bu mənfi 3b-si qaldı burada. Mənfi 3b-si. Üstə gərək 9b-nin kvadratı. Üstə gərək 4-də 1 c-nin kvadratı. Bu da bərabər. Bu aydın ki 7a-nın kvadratı olacaqdır. Bu da çıx. Tam bunu görmüyor olur da bu 3b-nin kvadratı. Bu da 2-də 1 c. Burası minus olduğuna görə yazıram 3b çıxılsın 2-də 1 c-nin bütövlükdə kvadratı. Bax 3b üstə gərək yox, çıx 2-də 1 c. Çünki üstə gərək yazanda gərək bu üstə gərək olmalıdır. Bu da çıxdı deyə elə yazdım. İndi buradan aydın ki bir dəfə çıxırıq. Yazıram 7a çıxılsın 3b üstə gəlsin 2-də 1 c. Bir də təzən toplayırsan 7a üstə gəlsin 3b bir də çıxılsın nədir? 2-də 1 c. Və salam. Bir daha 9-cu tapşırığa baxaq. Deməli 36b-nin kvadratı çıxılsın deməli 4ax çıxılsın a-nın kvadratı çıxılsın 4x kvadratı. Bax nə edəcəyik? Ta baxmayacağım kvadratlara. Ax gördünüz, bax ax-ləri gördünüz. Bütün ax-ləri bir götürəsiniz. Yazıram 36b-nin kvadratı çıxılsın option mənfi çıxır önə. Yazıram buradan 4ax üstə gəlsin a-nın kvadratı üstə gərək 4x-in kvadratı. Bu bərabərdir. Olacaq 6b-nin bütövlükdə kvadratı çıxılsın. Bu isə a üstə gərək 2x-in kvadratdır. Buradan deməli 6b-dən çıxıram a-nı, çıxıram 2x-i, vuraq. 6b-nin üstünə gəlirəm a-nı, üstünə gəlirəm 2x-i. Və salam. Belə işlər. Deməli 10-cu sual. 64a-nın kvadratı üstə gəlsin 12bc çıxılsın deməli 4b-nin kvadratı çıxılsın 9c-nin kvadratı. Baxın şahidlər əziyyət çəkməyək bütün b-sələri bir götürəcək və salam. 64a-nın kvadratı. Deməli buradan çıxaq yazaq ki, gəlin bunu 1 yazaq. Bax çıxaq bu mənfilər hamısı müsbət olacaq. 4b-nin kvadratı. Üstə gərək 9c-nin kvadratı çıx 12b-si. Bax belə. O da bərabərdir. 64a kvadratı 8a-nın kvadratıdır. Çıxılsın bu isə 2b üstə gərək yox. Burada mənfi olduğuna görə çıxılsın 3c-nin kvadratı. Bir dəfə çıxırsınız 8a-dan çıxırsınız 2b-nin. Qabaqda mənfi olduğuna görə hamısı əksin olur. Bir də bunları toplayırsınız. 8a üstə gəlsin 2b bir də çıxılsın 3c. Və salam. Sonra deməli 11-ci suala baxaq. 11-ci sual. Deməli 4a üstü 4 üstə gəlsin b üstü 4a. Baxın, burada məsələn 4a üstü 4. Belə deyim də bax bu 2a kvadratının kvadratıdır. Aha. Bu isə b kvadratının kvadratıdır. Ha. Bu elə ki məsələn x kvadratıdır, bu da y kvadratıdır. Bunu 2x y çatmır ki, nəyəsə kvadrat olsun. 2x y. Ona görə də bu birincini ikinciyə vurmasını ikincisinin üstünə gələcəm. Yəni nəyi? 2a kvadratını b kvadratı vurub, bir də 2'ye vuranda 4a kvadratı b kvadratının yəni üstünə gələk. Bir də təzədən həmən gəldiyimizdə çıxaq. Demək, artıq bu oldu. Altına xətt çəkdim. Nə olacaqdır? Həmən 2a kvadratı üstə gəlsin b kvadratının kvadratı. Bir də ən axırıncısı olacaq 2ab-nin nədir? Kvadratı. Bir yaxşı baxın. Siz bax buna baxın. Bir də yazdığıma baxın. Deməli 2a kvadratının kvadratı 4a üstü 4. B kvadratının kvadratı b üstü 4. Burada artıq yaranır bunların hansını kimsili 4a kvadrat b kvadrat. Mən də həmin bunun açılışı 4a kvadrat b kvadrat. Əlavə etdiyimi çıxıram.
Sonra aydındır ki gerisi bunları bir dəfə toplayırıq, bir dəfə çıxırıq. Yəni çıxaq, bir dəfə çıxaq, bir dəfə toplayaq. 2a kvadrat üstə bu a'dır. 2a kvadrat üstə gəlsin b kvadrat üstə gəlsin nədir? 2ab. Belə. 12-ci suala baxırıq. Deməli 6a kvadratı b üstə gəlsin deməli 3a'nın kvadratı üstə gəlsin 3ab. Aha. Üstə gəlsin deməli 9a'nın kubu b'nin kvadratı. Bir dəqiqə. Bir də üstə gəlsin 6ab'nin kvadratı. Bir də üstə gəlir 9 dənə a'nın kvadratı b'nin kubu. Sadəlik üçün nə a'la gəlir? Görürsünüz ki, burada məsələn 6a kvadratı b, məsələn 6ab kvadrat. Bunlar bir-birinə oxşayır, bir götürün. Sonra məsələn burada məsələn 9'ları görsə, bax 9'lar bax gəlin bir götürəyin, rahat üçün. Bax bu 3'ləri gəlin bir götürəyin, rahat üçün. Məsələn bax 6'lar bir götürün, düz başqa cür də alınır, ancaq belə daha rahat görünür. 6a kvadrat b ilə demək 6ab kvadratını bir götürdüm. Sonra deməli 3a kvadratı ilə 3ab'ni bir götürürəm. Sonra altına bax 2 xətt çəkdilər var. 9a kubu b kvadratı ilə 9a kvadratı b kubunu bir götürürəm. İndi baxaq. Birincidən deməli 6ab çıxdı qabağa, qaldı a üstə gəl b. İkincidən 3a çıxdı önə, qaldı a üstə gələk b. Axırıncıdan 9a'nın kvadratı b'nin kvadratı çıxdı, qaldı yenə a üstə gəlsin b. Bu da bərabərdir. Deməli buradan a üstə gəlsin b. Deməli çıxır önə, obşu a üstə gəlsin b. Qaldı deməli 6ab. Bir də a üstə gələk b obşudur. Qaldı 6ab üstə gəlsin 3a, üstə gəlsin təkrar 9a'nın kvadratı b'nin kvadratı. Belə buradan fikir versəniz, yəni bunlardan təzən yenə 3a çıxır qabağa. Gəlin 3a'nı çıxardaq, 3a vurulsun a plus b. Bir də vuraq, demək 3a'nı çıxardanda yerində qaldı deməli buradan 2a, düzmü yazıram? 3a'nı çıxardanda 2b qaldı, 2b üstə gəlsin 1. Demək 3a'nı çıxartdıq, qaldı yenə 3ab kvadratı. İnşallah belədir. 3ab'nin kvadratı və salam. Nəsə cüzi səhv ola bilər. Olsa zəhmət düzəltmək lazımdır. Deməli 13-cü sual. Deməli 3m'in kubu, 3m'in kubu, n'in kubu. Bir də çıxılsın deməli 3m'in kvadratı, n'in kubu. Bir də üzərinə gəlsin m çıxılsın n. Bir də üzərinə gəlsin deməli 2m'in kvadratı n çıxılsın 2m'in kvadratı. Fikirsin burada özləri arıcı veriblər. Bax bu ikisini bir götürsünüz. Bu ikisini bir götürürsünüz. Bu ikisini bir götürürsünüz. Bu bərabər. 3m'in kvadratı n'in kubu çıxır mötərizə xaricinə. Qaldı burada m çıxılsın n. Bir də üstə gəlsin təkrar yəni m çıxılsın n. Bir də yenə üstə gəlsin 2m'in çıxır mötərizə xaricinə. Qaldı m çıx n. Buradan bəli m çıx n elə çıxır qarşıya. Qaldı deməli 3 vurulsun m'in kvadratı n'in kubu. Sonra deməli burada bu qaldı. Burada yerində 1 qaldı. Üstə gəlsin 1. Bir də üstə gəlsin nədir? 2m'in. Bəli, bu şəkildə də cavab saxlanır. 14-cü sual. Deməli 8x'in kubu, bax 8'in çıxılsın 15xy çıxılsın 2y'in kvadratı. Bəli, parçalama yazma olar? Olar. Ancaq qısa yolu, məsələn mən bunu yazıram, bax 8x və eyni zamanda məsələn 8x'in deməli bu 100 son demək istəyirəm. 8x-dən x kvadratının hasili olsun. Bax belə. Bu kub deyil, kvadrat bir şey. Onda 8x-dən deməli x-in hasili bax bu olsun. O birisi də birisi çarpaz vurub toplayanda -15x eləməlidir. Şey nədir? Vuranda da -2y kvadrat. Bura deməli 2y yazsam, bax. Bura 2y aşağı yazaq. 2y. Bura mənfi yazdım. Burada müsbət. İndi baxalım. Həqiqətən 8-i -2-yə vuranda -16, -16 xy-dən xy-ncə -15-dir. Bəli, dedim də bu videoda qısa yolla yazmağa çalışacağım mən. Burada deməli qarşı-qarşıya toplayaq. 8x plus y. Dərsi isə digər yoluna baxarıq. X çıxılsın nədir? 2y. Və salam.
Sonra 15-ci sual. Deməli 36x-in kvadratı çıxılsın y-in kvadratı üzərinə gəlsin 12x üstə gəlsin 1. Bax burada y kvadrat görsün təkdir. Qalanları 1 götürəcəm. Olacaq 36x-in kvadratı üstə gəlsin 12x üstə gəlsin 1 çıxılsın y-in kvadratı bu bərabər. Mötərizə olacaqda 6x üstə gəlsin 1-in kvadratı, digəri də aydındır. Bir dəfə çıxırsınız 6x plus 1-dən çıxırsınız y-i. Bir dəfə də 6x plus 1-lə y nədir? Toplayırsınız. Bax belə. Sonra bir daha 16-cı misala baxaq. 64 vur a üstü 4. Üstə gəlsin 81. Bəy oxşarını yazaq. Demək, nə edirik? Nəyin kvadratdır bu? 8a kvadratının kvadratı. Bu da 81, 9. Bax, mən bunu topladım, mötərizə aldım, kvadrat yükseltdim. Gör, nə yaranır? Birincinin kvadratı ilə 64 a üstü 4. 9-un kvadratı 81. Burada yaranır 9 və 8-in 72, 2 misli 144. Üstə gərək 144 a kvadratı əlavə yaranır. Biz de onu çıxırıq da. Hə. Bu aydın ki 12 aldı. Deməli 8a-nın kvadratı üstə gəlsin 9-un kvadratı çıxılsın deməli 12a-nın kvadratı. Bu bərabər olacaq. Deməli bir dəfə 8a kvadratı üstə gələk 9-dan bu 12a-nı çıxarsınız. Bir dəfə də 8a kvadratı üstə gələk 9-un üstünə bu 12a-nı əlavə edəsiniz. Vəssalam. 17-ci suala baxaq. Deməli a üstü 4 üstə gəlsin deməli 6a-nın kubu çıxılsın 54a çıxılsın 81. Bax burada a üstü 4-dən mənfi 81 1 götürək. Digər ikisində 1. A üstü 4 çıxılsın 81 bir də üstə gəlsin 6a-nın kubu çıxılsın 54a və sana bu bərabər. Bu a üstü 4 çıx 81 yazıram. A kvadrat çıx 9 vurulsun a kvadrat plus 9. Buradan da 6a çıxır qabağa. 6a vurulsun a kvadratı çıx 9. Buradan a kvadrat çıx 9 çıxır qabağa. Qaldı a kvadrat çıx 9. Bu da olacaqdır. A kvadrat üstə gəlsin 9 üstə gəlsin 6a. Bu da bərabər. Bu aydın ki a çıx 3 a plus 3'dür. A çıx 3 vurulsun a üstə gərək 3. Bu da olacaq a üstə gərək 3'ün nəyi kvadratı. Belə. Buradan a üstə gərək 3'ü buna vuranda kubuləcək. Cavab olur a minus 3 vurulsun a üstə gəlsin 3'ün nədir? Kubu. Vəssalam. 18 suala baxaq. 18 deməli sual belədir. 2x-in kvadratı üstə gəlsin 6x üstə gəlsin m. Bu çox hədisinin bir vuruğu 2x gəlir 1-dən. Bax bir də qeyd edirəm şahidlər. Bu misalın bir neçə yolu var. Yəni bizdən hazırlaşan şahidlər və ya bu videoya baxan şahidlər hamımıza uğurlar olsun. Allah xeyir nəsib eləsin. Amin. Mən çalışıb misalı bir yoluna yazıram. Dərsdə bir neçə yoluna yazırıq. Burada da hansı qısadsa, orta yolsa ona yazıram. Məsələn bu 2x plus 1 vuruqsa onda 2x plus 1 bərabər 0'ın kökü mənfi 2-1'dir. Onda bu tənin kökü, bax bu mənfi 2-1 var. Bax buradakı tənin kökü olacaqdır. Ona görə bunu mən 0'a bərabərləşdirsəm, mənfi 2-1 bunun kökü olacaq. Yerinə yazıram 2 vurulsun. Mənfi 2-1'in deməli kvadratı üstə gəlsin 6 vurulsun mənfi 2-1. Bir də üstə gəlsin m 0 olmalıdır. Bunu açanda deməli bu 4-1 ilədir. 2'yə vuranda 2-1. Çıx 3 üstə gəlir m bərabər 0'a. Burada m bərabərdir. Belədir mənfi 2-5. Bu tərəfə gələndə müsbət 2,5'dir. M bərabər müsbət 2,5. Sonra 19 suala baxırıq. Sual 19. Deməli 2x-in kvadratı çıxılsın 4x üstə gəlsin m. Bu üç ədlinin deməli vuruqların biri 2x çıx 1'dir. Onda aydın ki bu 0'a bərabərləşdirsək x bərabər 2-1 kök olacaqdır. Demək bunu 0'a bərabər bu tənin kökü olacaq. 2 vursun deməli 2-1'in kvadratı çıxılsın 4 vursun 2-1. Üstə gəlsin m bərabər olmalıdır nədir? 0'a. Buradan deməli 2-1 çıxılsın deməli 2. Üstə gəlsin deməli m bərabər 0'a. Buradan da m bərabərdir müsbət 1,5. Vəssalam. 20-ci misal. Demək 4x-in kvadratı çıxılsın 7x çıxılsın 36y kvadratı. Bu bərabərdir. Demək x çıxılsın 4y, bəli, vurulsun a.
Bu misalın vurğularını ayırmanın yolu var. Şenədi parçalamanın yolu var. Bunun yüzləyen, yəni qaydasına yolu var. Çox adın çox adı bölünməsinin yolu var. Bunu nəyə vuranda bağlı yolu? 4-5 yolu var. Ən qısası isə bizə demirlər çox adın əmsallar cəmi tapın. Çox adın əmsallar cəmi tap deyəndə dəyişənin yerinə 1 qoyduq, düzdür? Siz də 1 yazın. 4 çıxsın 7, çıxsın 36. Bundan asan yol yoxdur. 1 çıx 4, vurulsun A. Bəli, buradan da A bərabər olacaqdır. 4-dən 7 çıxdı -3. -3-dən 36, -39 bölünsün -3. Belə elə bu çox adın əmsallarının cəmi 13-dür. Sadəcə dəyişən yerinə 1 yazmışam. Məsələn, 21-ci sualda deməli 6x-in kvadratı. Aha. Deməli yox, bir dəqiqə 20-ci misal. Bu 19 bir dəqiqə 4x kvadrat. Bəli, bəli. 20 bu 21-dir bəli. 6x'in deməli kvadratı üstə gəlsin 7x y. Deməli çıxısı nədir? Çıxısın 3y-in kvadratı. Bəli, bu bərabər nədir? 19. Yəni x və y naturallərdir. Bunların cəmini tapmaq lazımdır. X-dən y bərabər sual özlərinədir naturallər. Deməli buradan bunu yazıram. Məsələn 3x vurulsun. Deməli 2x. Vuranda elə nədir? 6x kvadrat. Bunu da vuranda deməli aşağı yazıram 3y. Baxın 3y yazdıq. Buraya yazıram -y. Bu oldu deməli 9xy. Bu da oldu -2xy. 9xy-lə -2xy-nin cəmi də şübhəsiz ki nədir? 7x verir. Qaba-qaba toplayanda 3x minus y oldu. Bir də vursun nədir? 2x plus 3y. Bu da oldu 19. 19'da 1 vur 19 deməkdir. Bayaq dedik, natural olduğuna görə bunların cəmi çoxdur. Çox olana 19 yazacağım. Yəni 2x plus 3y-in yerinə 19 yazırsınız. 3x çıx y-in yerinə isə 1 yazırsınız və salam. Bu da yəni ən yaxşı bu altdakını 3'ə bıraq, tərəfləri toplayaq. Demək, buradan alınacaq ki, yuxarıda qaldı 2x plus 3y bərabər 19'a. Sonra bunu da vurduq, deməli 3 ilə 9x çıxılsın 3y bərabər oldu 3'ə. Bəli, tərəfləri toplayanda bunlar gedir. Qaldı 11x bərabər 22'yə, x elədi 2. Yəni x yerine 2 yazanı belə də 6. Y-də bu 6 çıxılsın, y-də 1 olduğuna görə y-də bərabərdir 5'ə. Bunların cəmi soruşurlar. X-in y-in cəmi də bərabərdir həmən 5-lə nədir? 2-nin cəmi. 2 ilə 5-in cəmi cavab elədir 7. Məsələn. 22-ci suala baxırıq. Sual 22. A üstü 6 çıxılsın deməli 25A-nın kubu çıxılsın 24. Bəli, bu deyir ki, vurğuları ayrışında bu bərabər oldu. A kubu üstə gəlsin 3 vurulsun. Neydi bu? A çıxsın 2. Bəli, A çıxsın 2. Bir də vursun B. Buradan deyir, B çox hadisini tapmaq lazımdır. Əmsalları cəmləmək lazım. Buradan şahidlər. Bunun kökləri 25A kubu düzmü yazdım bunu? 5A kubu desene. Bəli, səhv köçdü bu 5A kubu 5. 5A kubu hə. Bəli, burada A kubuna belə deyək, bir dənə T desə, onda bu olur nə? T'nin deməli kvadratı çıxılsın 5T, çıxılsın 24. Bunun kökləri 8 və -3 olduğuna görə 8 və -3. Çünki V yerine görə toplayanda 5 edir, vuranda -24. Bunu vuruklarına ayrında olacaq. T çıxılsın 8 və T üstə gəlsin 3 və salam. Bu da T'nin yerinə A kubu yazanda oldu A kubu çıxılsın 8 vursun A kubu üstə gəlsin 3. Bu nəyə bərabər idi? Bu bərabərdir. Bax buna da. Bunu da qabağına yazıram. A kubu üstə gəlsin 3. Bir də vurulsun nədir? A çıxılsın 2 vurulsun B. Buradan aydın ki A kubu plus 3'lər bunlar ixtisar getdi. Demək qaldı buradan A kubu çıxılsın 8 bərabərdir A çıx 2 vurulsun B'yə. Bəli, B'ni tapanda həmən A kubu çıx 8'i böləsiniz A minus 2'ye. O da A kubu çıx B kudusuna görə açırıq. A çıx 2 vur A'nın kvadratı üstə yerə 2A üstə yerə 4 bölünsün A çıx 2. Bu da oldu deməli A'nın kvadratı üstə yerə 2A plus 14. Bu oldu B çoxarsı. Bunda əmsallar deməli 1'dir, 2'dir, 14'dür. Cavab elədi 17. Bəli. Əmsallar cəmi soruşun. Deməli, bunu düz mü yazdım? Bu 4 idi deyəsən. Üstə gəlsin bu 4. Ben
Demek 7 benim. Bu oldu 7. 5, bu da 7. 4. Verəcəm. Qaldı ki, bu 22-ci misalda bax, bəziləri bir yetibə başa düşmədi. A üstü 6 çıxsın 5A kubu. Bax, çıxsın 24. Bunu vuruqlarına ayıranda belə də ayıra bilərəm. Baxın, yazarım A üstü 6 çıxsın, məsələn, 8A-nın kubu. Üstə gəlsin 3A-nın kubu. Çıxsın 24. Bax, belə. Bax, bu ikisini bir götürün, bu ikisini bir. Buradan deməli A-nın kubu çıxır qabağa. Qaldı deməli A-nın kubu çıx 8. Sonra yenə 3 çıxır qabağa. Qaldı A-nın kubu çıx 8. Yenə gördüyünüz kimi A kubu çıx 8 vurulsun. A kubu üstə gəlsin 3. Yəni bu şəkildə aldıq. Bəli, gördüyünüz kimi bunu almışam. Belə. Sonra 23-də yazaq. Deməli A üstü 6. Bunu viyetini yazmayacağım. Viyet asandır. Burası bəzilə viyet bilmir deyə ondan yazmıyor. Çıxsın 54. Bax, bu bərabərdir. Şərtə görə deyir, bu bərabərdə A-nın kubu üstə gəlsin 2. Vurulsun A çıxsın 3. Vurulsun Px. Buradan da məsələn Px tapın və P1 hesablayın. Sual budur. Gəlin bunu parçalayaq. A üstü 6 çıxsın 25A kubu. Çıxsın 54. Bunu parçalayaq. Yazıram A üstü 6. A üstü çıxsın deməli 27A-nın kubu. Bir də üstə gəlsin 2A-nın kvadratı çıx 54. Böyle. Deməli bu ikisini bir götürək, bu ikisini bir götürək. Buradan A-nın kubunu çıxardıram möhtəzi xaricinə. Bu da qaldı deməli A-nın kubu çıx 27. Bir də üstə yerə 2 vurulsun. Mən niyə bunu səhv yazdım? Üstə gəlsin 2 vurulsun. A-nın kubu çıxsın 27. Bu da bərabərdir. Buradan da A kubu çıxsın 27. Təkrar çır qabağa. Qaldı nə? A kubu üstə gəlsin deməli 2. Bəli, biz aydın da yəni bu sol tərəfi çevirdik. Bax, bunu çevirdik, bax bunu aldıq. Deməli bu bərabər olmalıdır. Deməli sağdakına. Gətirin yeni yazaq. Deməli A-nın kubu çıxsın 27. Vur. A-nın kubu üstə gəlsin 2. Bərabər oldu. A-nın kubu üstə gəl 2. Vurulsun A çıxsın 3. Vur Px-i. Və salam. Buradan da A-nın kubu üstə gəl 2'ləri xızar getdi. Buradan deməli A kubu çıxsın 27. Bərabər oldu A çıx 3. Vur Px-i. Buradan da Px tapanda deməli A kubu çıx 27 açaq. A çıx 3. Vurulsun A-nın kvadratı üstə gələ 3A plus 9 bölünsün. Həmən A çıxsın 3. Bunlar ixtisar getdi. Deməli axtardığımız Px bərabər oldu. Deməli Px bərabər oldu. Həmən bu Px-dir. P adı nədir? Bunun adı 23. Px. Buradan deməli A-nın kvadratı üstə gəlsin 3A üstə gəlsin 9'a bərabər oldu. Bu Px yox, buna PA deməlidirlər. Çünki ikisi yeni bir qoyanda A'nı yeni bir qoymurlar. Olsun, neyse P1. Burada P1 deyir. İkisinin yerinə yəni A olmalıdır. P olmalıdır əslində şərtdə PA. O da 1 üstə gəlsin 3, üstə gəlsin 9. Bu da elədi 13. Və salam. Sonra 24-cü sualda deməli birinci sualda A üstü 6 çalışdığımız qədər qısa yolla yazaq. Üstə gəlsin 3A'nın kubumunun ən qısa yolu viyet yürümüşəkdir. Viyet. Üstə gəlsin 2. Bu bərabərdir. Baxın, burada bir də T deyim, filan bəşməkən ehtiyac yoxdur. Bunun köylərin biri mənfi 2-dir, biri mənfi 1-dir. Mən yazıram, bilməyəndə dərsən onsuz da deyəcəm inşallah. Baxın, köklər cəmi. Elə bilin ki, A kubuna bir T demişəm. Bax belə. Olubda T kvadratı üstə gəlsin 3-də, üstə gəlir 2. Mənfi 2 ilə mənfi 1-in hasılı 2-dir. Toplayanda əksi elədi nədir? Mənfi 3. Ona görə bu oldu A kubu üstə gəl 2 və A kubu üstə gəl 1. Şərtdə birinci açma iflər deyil. Mən də birincini açmıram. A kubu üstə gəl 2-ni saxlayıram. Digərini açıram. A plus 1 vurulsun. A-nın kvadratı çıx A üstə gəl 1. Birinciyə uyğun gəldi. Deməli birinciyə uyğun gəldi. Burada deyir ki, A üstə gəl 1-ə bölünür C bəndi. Birinciyə uyğun gəlir C bəndi. İkinci A üstə 4 çıxsın A-nın kvadratı. Çıx K çıx 1. Buradan da bu üçlükdən mənfirin qabağa çıxardıram. Bu olsun deməli A üstə 4 çıxılsın. Bu da A-nın kvadratı üstə gəlir 2A üstə gəlir 1.
Birinci oldu a kvadratının kvadratı. İkincisi de a üstə gələk 1'in kvadratı. Buradan da deməli bir dəfə çıxırsınız. Yəni a-nın kvadratı çıx a, çıx 1. Sonra a-nın kvadratı üstə gələ a, üstə gələk 1. İkinci də uyğun gəldi. Burada həm a bəndidir buna bölünür. Həm də y bəndidir bu ifadəyə bölünür. A və y bəndi uyğun gəldi. Üçüncü də a üstü 4 çıxsın a-nın kvadratı. Üstə gələk 2a çıx 1. Buradan da deməli bu üçlükdən mənfini çıxardırıq. Çıx qabağa a-nın kvadratı çıx 2a üstə gəl 1. Bu birinci oldu deməli a kvadratının kvadratı. İkincisi de oldu a çıx 1'in kvadratı. Bir dəfə çıxırıq. A-nın kvadratı çıx a qabaqda mənfi var. Üstə gəlsin 1. Bir də toplayırıq. A-nın kvadratı üstə gəlsin a çıx 1. Burada da üçüncü uyğun gəldi. Deməli sadəcə bu bəndi böyüklə B bəndi, yəni B bəndi. Və salam. Sonra deməli sual 25'e baxırıq. 25. Deməli birinci misal deməli a üstü 6 üstə gəlsin deməli 10a-nın kubu üstə gəlsin 16. Bax burada a kubu elə fərz edin t dedik. Oldu t'nin kvadratı üstə gəlsin 10t plus 16. Yəni bəli bu şəkildə. Bu da kökləri -2-ni -8-i, -2-ni -8 vuranda 16 verir, toplayanda -10. Ona görə olacaq t üstə gəlsin 2, t üstə gəlsin 8. Bax belə. T'nin yerində a kubu yazanda olur a kubu üstə gəlir 2, bir də a kubu üstə gəlir 8. Təzən bu a kubu üstə gəlir 2'ni saxlayıram. A kubu üstə gəlir 8 açıram. A üstə gəlir 2 vur. A-nın kvadratı çıxsın 2a üstə gəl 4. Və burada birinci uyğun gəldi. Deməli bir dənə c bəndi a kvadratı çıxsın 2a üstə gəl 4. Bax. Sonra ikinci. A üstü 4 çıxsın. A-nın kvadratı çıxsın 4a çıxsın 4. Bu üçlükdən mənfini çıxardıram. A üstü 4 çıx. A-nın kvadratı üstə gəlsin 4a üstə gəlsin 4. Bu oldu deməli a kvadratının kvadratı. Bu da oldu a üstə gəlsin 2'nin kvadratı. Bunu bir dəfə deməli çıxaq toplayaq. A kvadrat çıx a çıx 2. Bir də vursun a-nın kvadratı üstə gəlsin a üstə gəlsin 2. Bu ikinciyə də uyğun gəldi. Deməli b bəndi bu ifadəyə bölünür. Götürürük. Bir də ki y bəndi deməli a minus 2. Bu təzənə baxın. Bu bərabərdir. Bu görə 2'ni mənfidir. Bu da bərabər olacaq təzənə. Bu 2'ni mənfi bunun kökü olduğuna görə a çıxsın 2a plus 1. Ona görə axır kimi çevirək. Bir də vurulsun. Həmən a-nın kvadratı üstə gəlsin a plus 2. Bir də ki təzənə bu y bəndi a minus 2 verilir. Buna da bölünür və s. Sonra üçüncü. Demək a üstü 4 çıxsın. A-nın kvadratı üstə gəlsin 4a çıxsın 4. Bu üçlükdə mənfini çıxardaq. Demək a üstü 4 çıxsın. A-nın kvadratı çıx 4a üstə gəl 4 olacaq. Bu bərabərdir. Demək a kvadratının kvadratı çıxsın a minus 2'nin kvadratı. Bu bərabər olacaq. Demək bir dəfə çıxaq. A kvadratı çıx a üstə gəlsin 2. Bir dəfə də toplayaq. A kvadratı üstə gəlsin a nə çıxsın 2. Bunda kökləri -2'nə mənfi. Bax -2'nə müsbət 1. Bu da təzən olacaqdı. A-nın kvadratı çıx a üstə gəl 2. Bu da a plus 2 və a minus 1. Deməli üçüncü də uyğun gəldi. Bunu veriblər a bəndi. Bir də ki a minus 1 d bəndi. A d bəndi. A d bəndi. Ay sonra 26-cı tapşırığa baxırıq. Demək birinci sual. X kvadrat üstə gəlsin m2 üstə gəlsin 4. Kökləri həqiqi olan çox adlər üçün biz bilik ki çox adının qruplarını ayırmaq üçün diskriminasiyondan b bərabər olmalıdır. Bu diskriminantı m kvadrat çıxsın 16.
O da böyük bərabər 0-dır. Bunda kökləri -4, 4. Baxın, -4-dür. İntervala ayrında sağdakılar müsbətdir, orta mənfidir. Müsbət olanı qıraqlarını götürür. Demək oldu mənfi sonsuzluq -4 və birləşmə 4 müsbət sonsuzluq. Demək, birinci hansı uyğun gəldi? Birinci uyğun gəldi. Burada məsələn, bax, Y bəndində veriblər ki, belə olanda vurğularını ayırır. Aydın ki, burada vurğularını ayırsa, bunların arasında, yəni -4-dən 4-ün arasında ayrılmır. Burada ayrılır. Ona görə həm Y bəndi uyğun gəldi, həm də C bəndi. Sonra ikincidə x kvadrat üstə gəlsin 4x üstə gəlsin m. Bunun diskriminantı bərabər 16 çıx 4m 0-dan böyük bərabər. Burada -4m böyük bərabər -16. M də kiçik bərabər 4. Yəni mənfi sonsuzluq 4-də ayrılır. İndi elə bənd, bu da B bəndindədir. Demək, ikinci uyğun gəldi B bəndi. Üçüncü, x-in kvadratı çıxılsın 4x çıx m kvadratdan baxsaq, bunun diskriminantı olacaq 16 üstə gələ 4m kvadratı. Bu da həmişə müsbət axı. Ona görə hər zaman ayrılır. Bütün oblastda, yəni m-in istənilən qiymətinə ayrılır. Üçüncüdə uyğun gəlir təkcə A bəndi, yəni m-in istənilən qiyməti. 27. Demək, 27 sualda yenə birinci, belə deyək, y bərabərdir x-in kvadratı çıxılsın m2 üstə gələ 9. Bax, burada bunun diskriminantı bərabərdir m-in kvadratı çıx 36. Bu 0-dan böyük bərabər olması üçün demək, bu oldu mənfi sonsuzluq -6 birləşmə 6 müsbət sonsuz. Çünki bunun kökləri -6, 6-dır. İnterval ayırsınız, müsbət, mənfi, müsbət. Böyük olanda müsbətlər götürülür. Bax, burada ayrılır. Ayrılır. Sonra bir də bunların arasında mənfi olan hissəsi var. Bax, orada bizim mənfi olan hissəsi müsbətdən böyük olmur. O ki, ayrılmır. Demək, cavablarda deməli, burada birinci misala uyğun gələcəkdir. A bəndi ayrılmır bu aralıqda. Bir də Y bəndi ayrılır. Sonra ikincidə x-in kvadratı üstə gəlsin 2 kökdə 6, 2 üstə gəlsin m. Bu da diskriminant bərabər birinci mənfi. Diskriminant burada b kvadrat çıx 4 alsın. Bunun kvadratı ilə 24. Çıxılsın 4m. Bu da 0-dan böyük bərabər. Bu da -4m böyük bərabər -24. M də kiçik bərabər 6. Yəni mənfi sonsuzluq 6-da ayrılır. Ona da uyğun gəldi. Bir dənə də D bəndi. Qaldı üçüncü. X-in kvadratı çıxılsın 2x çıxılsın m-in kvadratı. Bunda diskriminantı bərabər olacaq 4 plus 4m kvadratına. Bu da həmişə müsbətdir. Yəni bütün oblastda mənfi sonsuzluq müsbət sonsuzda ayrılır. İstənilən qiymətində. Üçüncü uyğun gəldi B bəndi. İstənilən qiymət. Və sınıf. Sonra 28'e baxırıq. 28. Deməli, birinci sual 3x-in kvadratı üstə gəlsin 10x. Üstə gəlsin 7y-in kvadratı. Bəli, bunu vurğularına ayıraq. Buradan deməli 3x kvadratı parçalayıram, üstə gəlsin. Bu ən asanlı budur, bax. 3x, 2x. Bir də buraya yazıram 7y. Bax belə. Bu ən asanlı budur. Ya da parçalayanda üstə gələ 3x. Üstə gələ 7x, üstə gələ 7y kvadratı. Bəli, bu ikisini bir götürürsünüz, bu ikisini bir götürürsünüz. Nəhayət olacaqdır. 3x-dən 7y-in cəmi və x-dən y-in cəmi. Bax belə. Demək, birinci uyğun gəldi. Burada deyim, onun biri A-dır, biri B-dir. İndi burada Y bəndində A və B çoxadır. Əmsallar cəm 12-dir. Bunların biri tutaq ki, A-dırsa cəm 10-dur. Digər də B-dirsə əmsallar 2-dir. Ona görə buna əmsalan cəm 12 olacaqdır. A1 olsun A çoxaltısıb, olsun B çoxaltısıb. Bunun əmsalan cəm 10-dur. Digər əmsalan cəm 2-dir. Toplayanda 12. Ona görə birinci uyğun gəldi Y bəndi. Bu getdi. İkinci. A üstü 6 çıxılsın 6A-nın kubu çıxılsın 16. Bu da deyək ki, bunun kökləri 8-ə mənfidir. Bax, 8-ə mənfidir. Elə bir ki, A kubuna T dedim. Biraz sadələşdir. T kvadrat çıxılsın 6T çıx 16. Bax, bunun kökləri nədir? 8 mənfidir. Ya da bunu da anlamadısa, yenə parçalayaq. T'nin kvadrat çıxılsın 8T.
üstə gəl 2t çıx 16. Yəni bax buradan 2 qruplaşdıranda t vurulsun t çıx 8. Üstə gəl 2 vuraq t çıx 8. Bəli, buradan t çıx 8 çıxır qabağa. T çıx 8 vuraq t plus 2. T'nin yerine də a kubu yazaq. A'nın kubu çıx 8. Bir də A'nın kubu üstə gəl 2. Bunu açaq. A kubu çıx 8 açın. A çıx 2. Vuraq A'nın kvadratı plus 2A plus 4. Bir də vuraq A kubu üstə gəl 2. Bak görürsün nə qədər uzatdıq. Demək ikincidə bu deyir ki bərabərdir A vur B. Bir də A'nın kvadratı plus 2A plus 4. Bəli, buradan deməli bu ixtisar getsə, qalır bu da deməli A minus 2-dən A kubu plus 2. Bunların biri A'dır, biri B'dir. Yəni hansıdır? Yəni ki, yerlərini dəyişdirmək olar, problem yoxdur. Demək, ikinciyə uyğun gəlsin. Burada məsələn, bax, məsələn, birinə A desəm, A bərabər olsun A çıx 2-yə uyğun şəkildə. B də bərabər olsun A kub plus 2-yə. Bunların dərəcələr fərqli olduğuna görə, məsələn, ikincidə yazılar ki, A bəndi. Dərəcələr fərqlidirlər. Demək, A bəndi uyğun gəldi. Sonra bir də təzən C bəndinə baxsa, A və B çoxdan sərbəst ədləri fərqlidirlər. Birinin sərbəst əddi 2-dir, bir də mənfi 2-dir. Bu da C bəndə uyğun gəlir. Belə. Üçüncüdə A üstü 4 üstə gəlsin 6A'nın kvadratı plus 9 bərabər A vur B'yə. Aydın ki, bu A kvadratı üstə gəlsin 3'ün kvadratıdır. Bu da A vur B'dir. Bunlara elə hərəsi A nədir bu? Kvadrat üstə gəlsin 2. Buna bərabərdir. B də bərabərdir. A kvadrat üstə gəlir 2. Demək, üçüncü uyğun gəldi. A və B bərabər çox ədlərdir. B bəndi. Bir də A və B çoxdan dərəcələr 2-dir. Hər ikisi görürsünüz ki, eynidir və B bəndi. Və sən. Sonra tamamlayaq. 29 sual. Demək, birinci tapşırıq. X'in kvadratı üstə gəlsin 5xy üstə gəlsin 6y-in kvadratı bərabər A vursun B'yə. Amma biraz tez yazaq. X 200. Bu da olsun deməli məsələn 3y və 2y. Vuranda çarpaz 5x yüklenməlidir. Deməli bu oldu. Qabaq toplayanda x plus 3y. Bir də vursun 2x plus 2y. Demək birinci uyğun gəldi. A və B çoxdan əmsi alacağım 7'dir. Bunun əmsi alacağım 4'dür. Bu birisi də 3'dür. Toplayanda 7. Ona görə uyğun gəldi C bəndi. İkinci A üstü 6 üstə gəlsin 3A'nın kubu üzərinə gəlsin 2. Bu bərabərdir AB vurulsun. Həmən A'nın kvadratı çıxılsın A üstə gəlsin 1. Bunun köyləri görsün mənfi 2 nə? Mənfi 1. Ona görə olacaqdır. Bax bunu qruplarına ayıranda olacaqdır. A kubu çıx mənfi 2, yəni üstə gəlir 2. Vuraq A kubu çıx mənfi 1, yəni üstə gəlir 1. Bunu sağdakini açıram, birincini saxlayıram. A kubu üstə gəl 2 qalsın. Bunu açaq. A üstə gələ 1. Vuraq A'nın kvadratı çıx A üstə gəl 1. Bax bunlar ixtisar getsin. Qaldı deməli A vurulsun B bərabərdir. 1 oldu. A kubu üstə gəlsin 2. Digər oldu A üstə gələ 1. Görün nə deyir? İkinci uyğun gələcəkdir. Məsələn B bəndi A və B çoxdan sərbəst ədəd fərqlidir. Bunun sərbəst ədədi 2'dir, bu 1'dir. B bəndi uyğun gəldi. Sonra D bəndinə baxın, A və B çoxdan dərəcələr də fərqlidir. Biri 3'dür, biri 1'dir. Bu da getdi. Üçüncü. Deməli A üstü 4 çıxılsın 6A'nın kvadratı üstə gəl 9. Bu oldu A vur B. Soldakı oldu deməli A kvadrat çıx 3'ün möhtəzdə kvadratı. Bu da A vur B. Görürsün bunları bir-birinə bərabərdir. Deməli bu da A kvadrat çıx 3'dür. Digəri də A kvadratı çıx 3'dür. Deməli üçüncü uyğun gəldi. A bəndi bərabərdir. Y bəndi dərəcələri 2'dir. A, Y. Belə. Sonra 30-cu suala baxırıq. 30. Birinci tapşırıq. Deməli A'nın kvadratı üstə gəlsin 5x üstə gəlsin 3A üstə gəl 15x. Yəni bu ikisini 1, bu ikisini 1 götürək. A çıxdı önə, qaldı A üstə gələk 5x. Sonra 3 çıxdı qabağa, A üstə gəlsin 5x.
Təzədən A üstə gəlsin 5x çıxır qabağa. Qaldı A üstə gəlir 3. Deməli birinci yoğun gəldi. C bəndi A üstə gəlir 5x-ə bölünür. Bir də ki D bəndi A üstə gəlir 3-ə bölünür və ya vuruqdur. İkinci. 4A'nın kvadratı çıxılsın 24x. Üstə gəlsin 36x'in kvadratı. Bax bunu 4'ü qabağa çıxarsam qaldı A'nın kvadratı. Çıxılsın deməli 6x. Üstə gəlir 9x'in kvadratı. Bu da olacaqdır 4 vuraq. A çıxsın 3x'in mötərizə kvadratı. Demək ikinci yoğun gəldi. Demək sadəcə B bəndi A çıx 3x 2 həddisinə bölünür. Deməli B bəndi. Üçüncü 3x çıx x'in kvadratı. Üstə gəlir 12a çıx 4x. Buradan deməli baxın. Deməli bu ikisini bir, bu ikisini bir götürürük. Bu oldu deməli x çıxdı qabağa 3a minus x qaldı. Bir də 4 çıxdı qabağa 3a minus x qaldı. Təzən 3a minus x çıxır qabağa 3a minus 2 vurulsun x üstə gəlsin 4. Deməli üçüncü yoğun gəldi. Sadəcə A bəndi x plus 4'ə bölünür. 31-ci sual. 4A'nın kvadratı çıxılsın 2A. Üstə gəlsin B. Çıxılsın nədir? B'nin kvadratı. Buradan gəlin kvadratları bir götürəyim. 4A'nın kvadratı çıx B'nin kvadratını bir götürürəm. Bu ortadakı 2 dənə var ya. Bu mənfidən çıxardıq qabağa. 2A minus B'ni də bir götürəyim. Bu bərabərdir. Bu oldu deməli 2A kvadrat çıx B kvadrat üstünə görə 2A çıx B vurulsun 2A plus B. Bir də çıxılsın 2A minus B. Bir də 2A minus B qabağa çıxır. Qaldı 2A minus B vurulsun. Deməli 2A minus B. 2A plus B çıxılsın 1. Bu da deməli hansı bənd idi? Bu birinci değil mi? Birinci uyğun gəldi. A bəndi 2A plus B minus 1'ə bölünür. Bir də ki D bəndi 2A çıx B'yə bölünür. Və salam. İkinci. 30 bənd deməli birincisi idi. Sonra 6A çıxılsın 2'nin kvadratı. Çıxılsın 5A üstə gəlsin 2'nin kvadratı. Bu bərabər bir də çıxaq. 6A çıx 2. Çıxanda qabaqda mənfi var. Dəyişir. Çıxılsın 5A çıxılsın 2. Bir də toplayaq. 6A çıxılsın 2. Üstə gəl 5A. Üstə gəl 2. Bu da bərabər çıxanda 6A çıx 5A ilə də A. Mənfi 2, mənfi 2, mənfi 4. Toplayanda bu ilə də 11A. Sadəcə 11A. Bəli, deməli bu ikinci uyğun gəldi. Bir dənə Y bəndi A çıx 4'ə bölünür. Üçüncüdə isə olsun A çıx 1'in kvadratı. Çıx 16B kvadratı. Bu da 4B'nin kvadratıdır. Çıxırıq deməli A minus 1 çıx 4B. Vuraq A minus 1 üstə gəl 4B. Bu da üçüncü uyğun gəldi. B bəndi yəni A çıx 4B çıx 1'ə nədir? Bölünür. Cavab B bəndi. Sonra 32-ci tapşırığa baxaq. 32. Deyir x çıxsın 5'in kvadratı çıxsın 9. Bu A çox adəsə vuruqlardır. Bu da aydın ki x çıx 5'in kvadratı çıx 3'ün kvadratı. Bunu da açanda x minus 5 minus 3 və x minus 5 üstə gəlir 3 olur. Yəni A çox adəsə vuruqlar olacaq x çıx 8'dən x minus 2. Bax bu oldu A çox adəsə vuruqları. Keçdi B. B çox adəsə vuruqları isə bax bu çox adlı var ya x kubu çıxılsın 5x kvadrat üstə gəlir 6x 2 olacaq. Buradan x'i çıxardırıq qabağa. X kvadrat çıx 5x plus 6'dır. Bunu göylər 2 neçə olduğuna görə çünki toplayanda 5 əksi buranda 6. X vurulsun x minus 2 x minus 3. Bax bunlar da B çox adlı vuruqlardır. Halda C. C çox adlı vuruqlarda budur. Bu çox adlı vuruqlardır. X minus 3 nə? X plus 3. Bu da oldu C. Bunu deyir eğrilerini de gösterin. Bak bu birinci oldu A. Bu ortadaki yalnız B şekile göre. Bu da olsun C. Birinci A ile B'nin ortaklarına bakın. Bu A budur, bu B budur. A ile B'de ortakta x minus 2'dir. Görürsün x minus 2, x minus 2. Ortaya x minus 2. Sonra A'nın özünde x minus 8 əlavə var. Ona göre A'nın özünü yazın. Sonra B ile C'ye həmişə kəsişmə birinci. Bakın B ile C'ye. B ile C'ye de ortakta hansıdır? X minus 3'tür. X minus 3, x minus 3. Demek ortağını yazın.
Sonra C'nin özünde x bölü 3 kaldı. Evet salam. Görün B'nin özünde ne var idi? B'de bakın x çık 2 var. X çık 3 var. Bir tane x artıqdır. Onu da yazın dursun burada. Böyle. Sonra baxırıq. Deməli 33-cü suala. Deməli A çoxasının vuruqları, bax bu çoxayətli vuruqları olacaq. X minus 7'nin kvadratı çıx 4'ün kvadratı. Bu da deməli x minus 7 çıx 4. X minus 7 üstə gəlir 4. Yəni sadələşdirəndə x çıx 11, x çıx 3. Bax bu vuruqlar A'nın A çoxasının vuruqlarıdır. Sonra B çoxasının vuruqları isə deməli x'i çıxardıram qabağa. X kvadrat çıxılsın 8, 2 üstə gəlir 15. Bunun da köyləri 3'dən 5'dir. Toplayanda eksi 8 ilir, vuranda 15. X vursun x minus 3 ve x minus 5. Aha. C çoxaltısı ise bu da oldu x kvadrat çıx 25. Bu da aydın ki x çıx 5 ile x'e gəlsin 5. Bəli, eğilir ben de göstereyim bunları. Bunlar. Bu olsun deməli A çoxaltısı. Ortadaki yine B çoxaltısı. Axırıncısı C çoxaltısı. Yine A ilə B'nin kəşfməsinə nə dayanır? Bax, x çıx 3, x çıx 3. A ilə B'nin kəşfməsində. A'nın özündə artıq 2 çıx 11 var. B ilə C'nin kəşfməsində x minus 5 dayanır. X minus 5. C'nin özünə məxsus x plus 5'i var. Sonra B'de x minus 3 var. X minus 5 var. Bir x var. X de yazın ortaya. Sonra 34. sualda buraya yazır x üstü A üste gelsin B üstü C x üstü D. Diyagramda A'nın yerinde 5 dayanır. O x üstü 5. Sonra B'de 8'di. 8'di mi? B'de 8'di. Demek 8. C'de 2'di. 8'in kvadratı. Sonra bir de tezene x üstü. Yani demek D'nın yerinde de kvadrat dayanır. Düz mü okuduk? Bir de x üstü A. A'nın yerinde 5 dayandı. Bəli, düz. Bu da beraber deməli x'in kvadratı çıxır qabağa. Qaldı x'in kubu üstə gəlsə 8'in kvadratı, yəni 64. Bunu vuruqlarına ayıranda demək x'in kvadratı x kubu üstə gəlir 64, x plus 4. Vuraq x kvadrat çıxılsın 4x plus 16. Sonra 35'də deməli yenə x üstü A çıxılsın B üstü C vur x üstü D'dir. Demek x kalsın. A'nın yerinde diyagramda demek 6 dayanır. Bakın. B'nin yerinde 8 dayanır. C'nin yerinde yine 2 dayanır. X ile olduğu kimi D'nın yerinde 3 dayanır. Böyle. Buradan da x kubunu çıxardırsın mühtəsi xaricinə. Qaldı x kubu çıx 64. Bunu da açanda oldu x'in kubu. Vur x çıx 4. Vur qoşması x kvadrat. Üstə yerə 4x plus 16. Sonra 36. sual yine eğilir. Deməli burada deyir ki 36'da A çoxaltısı deməli A çoxaltısı bərabər olacaqdır x kvadrat üstə yerə bx plus c. B çoxaltısı bərabərdir x kvadrat üstə yerə m2 plus n. Belə deyək. Bu da ki eğilir. Bizden soruşu bileyim. Deməli bu da şəkildə baxaq. Bu olsun A çoxaltısı, bu da olsun B çoxaltısı. Deməli x minus 3, bu da olsun x plus 1, x plus 8. Biz bilirik ki bu A çoxaltısı bərabərdir x minus 3'dən x plus 1'in hasilinə. X minus 3'dən x plus 1'in hasilinə. Bunu açanda elədi x'in kvadratı. Çıxılsın 2x minus 3. Burada B'nin yerində -2 dayanır. C'nin yerində də -3. B çoxaltısı bərabərdir x plus 1 ilə x plus 8'in hasilinə. Bunu da açanda x'in kvadratı üstə yerə 9x plus 8. M'in yerində 9 dayanır. N'in yerində 8. Soruşduğu B vursun M. Üstə gəl C vur N. B vursun M. -2 vur 9.
Üstə yerə c vur n. Yəni mənfi 3 vurulsun 8. O da mənfi 18 ilə mənfi 24-ün cəmidir. Bu da mənfi bir dəqiqə mənfi 18 mənfi 24 düzmü yazım onu? 20 30 bəli mənfi 42. Düz olar inşallah. Sonra 37-ci misalda da deməli a çox hədisi bərabər olacaqdır. X kvadrat üstə gəlsin B2 üstə gəlsin C-yə. Yəni ERV-də A-nın yerində x minus 5 dayanır. Bir də x plus 2. Bunu vuracağım dirədə x-in kvadratı çıxılsın 3x çıxılsın 10. B-nin yerində mənfi 3 dayanır. C-nin yerində mənfi 10. Sonra B bərabərdir. X-in kvadratı üstə gəlsin m2 üstə gəlsin n. O da x plus 2 vurulsun x plus 7'dir. Açanda x kvadrat plus 9x plus 14'dür. M-nin yerində 9 dayanır, n-nin yerində 14. Soruşur B vur m, üstə gəl C vur n. B mənfi 3'dür, mənfi 3 vur 9. Aha, üstə gələ C-dir mənfi 10'dur. Mənfi 10 vursun 14. O da mənfi 27 ilə mənfi 140'ın cəmidir, mənfi 167. Sonra 38 suala baxaq. 38. Demək A çox hədisinin vurğuları olacaqdır. 6x-in kubu y-in kvadratı çıxılsın, yox üstə gəlsin x-in kvadratı y-in kubu çıxılsın x, y 4 çoxalsın vurğular olacaq. Bu bərabərdir. Buradan deməli x-lərin içində x çıxır. Y-lərdən də y kvadratı. Aha, qaldı burada. Deməli bunu nəyə vuranda bulir? 6x kvadratı bəli üstə gəlsin. Buradan x, y-in kvadratı, yox x, y qaldı bəli. Bunu buna vuranda bunu verir. Bir də çıxılsın x var. Bir də y nədir? Kvadratı. Bəli bu da parçalamadılar. Çünki ən qəşəngi bunu yazıram 3x 2x alt alta. Bunu da yazaq. Deməli bu olsun mənfi y, bu da olsun müsbət y. Bax vuranda mənfi 2x y, müsbət 3x y, x y verməlidir. Verdi. Demək bu bərabər oldu. X y kvadratı vur. Qabaq-qabaq toplayaq. 3x minus y və 2x plus y. Bax belə. Bu getdi. Bu oldu A çox hədisinin deməli vurğuları. B-yə baxaq. B də bərabərdir 10 vurulsun x-i 4 y üstə gəlsin 3x kubu y kvadrat çıxılsın x kvadratı y kubu. Bu da bərabər. Buradan deməli x-lərin içində ən balaca kvadrat çıxır. Y-lərdən elə y. Qaldı deməli buradan 10x-in kvadratı çıxılsın, üstə gəlsin. 3 dənə x çıxdı. 3y bilə çıxılsın deməli y-in kvadratı. Bu da yenə bunu yazıram 5x 2x. Bu da 3y eləməlidir. Bu x, y, burada kvadrat var idi. Bir dəqiqə. Burada kubdur. Burada x var. Aha. Belə. Burada qaldı deməli y. Bura mənfi y yazıq. Bura müsbət y. Çünki bu mənfi 2x ilə müsbət 5-in cəmi 3 eləməlidir. Bu bərabərdir. Oldu x kvadrat y bura. Qabaq-qabaq toplayaq. 5x çıx y və 2x plus y. Bu da oldu B çox hədisi nədir? Vurğular. İndi ERV-də deyir bunları göstərin. Bu olsun sizin üçün A çoxluğu. Bu da olsun nədir? B çoxluğu. Aha. Nə yazırıq? Deməli bunların ortaqları hansılardır? Deməli 2x plus y, 2x plus y var. Nə yazdıq? 2x plus y. Belə ortaya yazılır. Bir də ki burada x kvadrat, x y burada da var, x y burada da var. Onu x y yazırıq. Buradan demək x y yazmışam. Y qalıbdı A-da. A-ya bir y yaz. Bir də ki A-da 3x minus y qaldı. Bir də 3x minus y yaz. Burada B-də x y yazmışam. X qalıbdı. Bir də 5x minus y. Və salam. Sonra 39 suala baxırıq. 39. Deməli A çox hədisinin vurğuları olacaqdır. 6a-4b çıxılsın. A-nın kubu B-nin kvadrat çıxılsın. A kvadrat B kubu. Buradan demək nəyə çıxırdıq?
Buradan a'ların içindən kvadrat çıxardaq. B'lərin içindən b'nin. Qaldı deməli 6a'nın kvadratı çıxılsın ab çıxılsın. Bir də buradan qaldı deməli b'nin kvadratı. Bunu deməli yenə də bunu yazırıq. 2a'nın 3a'nın hasili. Bu da mənfi b-nə bu yox, b ilə mənfi b. B ilə mənfi yox, mənfi b ilə b. Çünki mənfi 3ab müsbət 2ab edir, mənfi 6ab. Mənfi ab. Bu bərabər olacaq deməli a'nın kvadratı b vur. Bunları toplayıram. 2 açıq b və 3a plus b. Bəsələn, bu oldu a çox hədisinin vurukları. Keçdi b'yə. B də bərabərdir 10 vurulsun a'nın kubu b'nin kvadratı çıxılsın 3a'nın kvadratı b'nin kubu bir çıxılsın ab üstü 4. Buradan da nə çıxılır bax? A'lardan a çıxır, balaca budur. B'lərdən kvadrat balacadır. Qaldı burada 10 deməli a'nın kvadratı çıxılsın deməli 3 dənə a b bir çıxılsın b'nin kvadratı. Yenə bu olsun 2a'nın 5a'nın hasili şahiddir. Bu da olsun b-nə bura mənfi b-ni buraya yazaq. Mənfi b, b. Bilsinə ki, mənfi 5ab bu da 2ab ilə də mənfi 3ab. Bu bərabər oldu. Deməli a b kvadratı var. Sonra 2a minus b 2a minus b bir də 5a plus b. Vəssalam. İndi el elvəyinə görə bu olsun deməli diagram a diagram b. İndi ortaqlar hansılar? Deməli hər ikisində var 2a minus b 2a minus b. Orta yazıram 2a minus b. Bir də ab ab ikisində də var ab yazıram. İndi a'dan ab götürdüm a qaldı. Buradan götürmüşük a qalır. Buradan da 3a plus b. Buradan da ab-ni götürmüşük. Qaldı b. Bir də qaldı 5a üstə yazın b. Vəssalam. Sonra baxırıq 41-in suala. 41. Deməli şəkil çəkilir belə. Belə. Bu olsun deyir a. Bu olsun deməli x üstə gəlsin 3. Bu da olsun s1. Bu da olsun s2. Bütün də s2. Şərtə yaz ki s2 bərabərdir. Deməli 2x'in kvadratı üstə gəlsin 7x üstə gəlsin 3'ə. Yəni bütün budur. S1 də bərabərdir. X'in kvadratı üstə gələ 7x plus 12. Biz aydın görürük ki S1'i tapmaq üçün bax ki S1 ilə belə deyək də S1 ilə deyək bax bunun cəmi bax bu hissə var bax bu sual. Bunun cəmi bərabər olmalı S2-yə. Bu da A vursun x plus 3-də. Bax bu bərabər olacaq nədir? S2. İndi yerinə yazsaq buradan A vursun x plus 3. Tapanda S2-dən çıxırsınız S1. Bu S2-dən S1 çıxar. S2 oldu 2x'in kvadratı üstə gərək 7x plus 3. O da x'in kvadratı üstə gərək 7x plus 12. Bunları çıxanda A vursun x plus 3 bərabər olacaqdır. Çıxanda elədir x'in kvadratı. Çıxılsın 4. Düz mü yazdıq? Çıxılsın 9. O da bərabər oldu. Deməli x minus 3 vurulsun x plus 3. X plus 3'ləri x'lar aparırıq. Deməli A'nın yerində dayandı. X minus 3 və sonra 41'in sualda deməli düzbucağı paraleliped verilmişdi. Bu olsun düzbucağı paraleliped. Belə çəkirik. Uyğun təpələri birləşdirək. Burada deməli bu paraleliped oturacağın eni, yəni bax bu olsun x minus 3 şərt düzdür. Sonra x-də 3-dən böyük, yəni 0-dan böyük olsun. Hündürlük 2-dir. Birisi tərəf 0-dan böyük olmalıdır aksiyona görə. Sonra bu da oturacaqdır s oturacaq. Bunun həcmi tapanda s oturacağı vururlar h-a. Yəni ABC deyək də ABC. Həcmi oldu 2 vuru x-in kubu çıx 54. Bu bərabərdir. S oturacaq. O da bura bir dənə y yazsaq. Belə ya, y yazsaq. Belə olur. Y vurulsun. X minus 3. Bir də vursun 2. Belə. ABC'nin biri A'da, biri B'de, biri C'de. Buradan 2 vurulsun. Deməli x'in kubu çıxılsın 27. Bərabər oldu. Y vurulsun.
X minus 3 vur 2. Buradan 2'ler ixtisar getdi. Tamam. Bunu açsan x minus 3'ler de gelir. Y oldu x kvadrat üstə yerə 3x plus 9. Bizden tam sətin sayısını soruşur. Şahitlər elə fərz edin ki, bunun biri A'dır, biri B'dir, biri C'dir. Onda bunun tam sətin sayısı belə olur. S tam 2 dənə deməli AB üstə yerə AC üstə yerə BC. Yerinə yazsaq 2 dənə. Yəni deməli AB dediyimiz bax bu A-la Y hasili Y tapışanda, yəni Y ilə X-in üçün hasili. Yəni Y budur, X-in 3-də aydındır. Deməli X minus 3 vurulsun X'in kvadratı üstə yerə 3x plus 9. Üstə yerə bu vur bu. 2 vurulsun X minus 3. Bir de üstə yerə bu vur bu. Yəni 2 vurulsun Y-in qiyməti. X'in kvadratı üstə yerə 3x plus 9. Hə. Bunu da açsanda bərabər olacaqdır. 2 vurulsun. Aydın ki A kubu çıx B kubudur. Yəni X kubu çıx 27 üstə gəl. Bunu da açanda 2x minus 6. Bunu da açanda 2x'in kvadratı üstə gəlsin 6x plus 18'ini sadələşdirək. Bu bərabərdir. 2 vurulsun. Deməli buradan x'in kubu qalsın yerində. Sonra 2x kvadratda qaldı yerində. 2x kvadrat. Sonra deməli 2x'dən 6x'in cəmi elədi 8x. 8x'in sonra mənfi 27, mənfi 6 elədi mənfi 33, mənfi 33 nədir 18, mənfi 15. Mənfi 15. Bunu da vurub açanda 2x'in kubu üstə gəlsin 4x'in kvadratı üstə gəlsin 16x çıxılsın 30. Belə olmalıdır. Belə qaldı axırıncı mövzu. O da demək səhifə 45. Hə, deməli misal nömrə 1-dən deməli 29-a kimidir. Bərabər. Deməli buradan birinci misal belədir. 1012'nin deməli kvadratı çıxılsın 4'ün kvadratı bölünsün 508. Bu bərabərdir. Aydın ki 1012'dən çıxırıq 4'ü, sonra vuraq 1012'nin üstünə 1012'nin üstə 4 gəlir, bölü 508'i. O da bərabərdir. Deməli 1012'dən 4 çıxanda deməli 1008 elədi. Bəli, vurulsun bu da 1016 bölünsün 508. Bəli, bunlar ixtisar getdi. Burada 1 qaldı, burada 2 qaldı. 2'ni də vuranda elədi 2000 deməli 16. Sonra ikinci tapşırığa baxırıq. Deməli 0,3'ün kvadratı çıxılsın 1,3'ün kvadratı bölünsün. 0,3'ün kvadratı çıxılsın 2 vurulsun 0,3 vurulsun 1,3 də yerə 1,3'ün kvadratı. Bu bərabərdir. Bu bərabər 0,3'dən çıxırıq 1,3'ü. Bir də bura 0,3'lə toplayırıq 1,3'ü. Məxrəcdə A çıxsın B-nin kvadratı. A çıxsın B-nin kvadratı. Buradan aydın ki bunun biri ilə bunun biri ixtisar getdi. Yuxarıda qaldı bunların cəmi. Elədir 1,6. Aşağıda bunların fərqi mənfi 1. Cavab mənfi 1,6. Sonra üçüncü tapşırıqda 1,7 üstə gəlsin 3,7. Vurulsun 1,7 çıxılsın 3,7. Bölünsün elə 1,7 çıxılsın 3,7'nin kvadratı. Buradan deməli bununla bunun biri getdi. Yuxarıda qaldı bunların cəmi, yəni 5,4. Aşağıda bunların fərqi, bu da mənfi 2. Cavab elədir mənfi 2,7. Dördüncü tapşırıqda deyir x1 çıxılsın x2 3'dür. x1 vurulsun x2 də 4'dür. Demək x1 üstü 4, x2'nin kubu çıxılsın x1'in kubu, x2 4 nəyə bər? Buradan x1'lərin içindən balaca kubdur. x2'lər də kubdur. Qabağa çıxır. Qaldı x1 minus x2. Bəli, x1 x2'nin hasili 4'dür. Kub ilə də 64. Fərqi də 3'dür. Cavab elədi 192. 5-ci tapşırıqda yenə x1 ilə x2'nin cəmi deyir ki 5'dir. x1 ilə x2'nin hasili 2'dir. x1'in kubu vurulsun x2 üstü 4 üstə gəlsin. x1 üstü 4, x2'nin kubu nəyə bərabər? Burada x1'lərin içində ən balaca kubdur.
x2'lərdə də kubdur. Qaldı x2 üstə gəlsin x1. Hasır 2'dir, kub elədi 8, cəmdə 5'dir, cavab elədi 40. Sonra 6-cı tapşırığa baxaq. Deməli, yazır 12,5'in kubu üstə gəlsin 1,3'in kubu bölünsün 13,7 çıxılsın belə. Buradan deməli necə yazır? Sürətlidən açaq müxtəsər format üstünə görə. A kubsu gedib B kubu elədi 12,5. Bunları yəni cəmi vurulsun birincinin kvadratı 12,5'in kvadratı çıxılsın 12,5 vurulsun 1,3 üstə yerə 1,3'ün kvadratı bölünsün 13,7 çıxılsın 12,5'in kvadratı çıxılsın 1,2'nin bu kvadratda kubdur. Kvadratda 1,2'nin kvadratı. Bəli, bunu açanda şankdə görsə bu 13,7 gedir. Sonra təzədən baxın, burada 12,5'in kvadratı müsbət, bu mənfi. Bu müsbət, bu mənfi gedir. Qaldı elə mənfi 12,5'dən 1,3'in hasili. Yəni cavab mənfi 12,5 vurulsun 1,3. Bu da vuranda cavab verir mənfi 15. Bir dəqiqə. Bu da bərabərdir. Düz mü yazım? Mənfi 12,5 vurulsun 1,10'da. Bu 2'dir. 1,2'dir. 1,2'dir, 1,2'dir və bunların hasili bu deyildi mənfi 15. Sonra 7-ci salda 37'nin kubu üstə gəlsin 38'in kubu bölünsün 25. Bir də çıxsın 3 vurulsun 37 vurulsun 38. Bu bərabər. Demək, yuxarı müxtəsər format üstünə görə açaq. Bu oldu A üstə gəlsin B, yəni A üstə gəlsin B 37 plus 38. Birincinin kvadratı 37'nin kvadratı çıxılsın hasilin. Bir də üzərinə gəlsin 38'in nədir? Kvadratı bölünsün 25. Çıxılsın 3 dənə 37 vur 38. Bu şənkdə bu 75 elədi. 25'ni ixtisar eləyəndə burada 1 qaldı, bu da 3. Bu bərabər oldu 3 vurulsun. Deməli 37'nin kvadratı, yəni bu ifadə qalır. Çıxılsın 37 vur 38. Üstə yer 38'in kvadratı. Çıxılsın deyib, bax 3 dənə bu ifadə. 3 dənə 37 vursun 38. Təkrar bir də hərəsində 3 olduğuna görə qabağa çıxacaqdır. Bərabər oldu 3 vurulsun. 37'nin kvadratı çıxılsın 37 vur 38. Üstə yerə 38'in kvadratı çıxılsın yenə 37 38. Bu 37 38 2 dənə olduğuna görə 2 AB sayılır yəni. 3 vurulsun. 37'nin kvadratı çıxılsın 2 dənə 37 38. Bir də üstə yerə 38'in kvadratı. Bu da aydın ki 3 vuraq belə deyir. A çıxılsın B'nin 37 çıx 38'in kvadratı cavab elədi 3. Sonra 8-ci tapşırıqda da bərabər yazıram. Şərt aydındır. Demək 13,5 üstə gəlsin 1,4 vurulsun birincinin kvadratı. Çıxılsın bunların hasili. Üstə gəlsin ikincinin kvadratı bölünsün 14,9 çıxılsın. Həmin 13,5'in kvadratı çıxılsın 1,4'ün kvadratı. Burada baxın bu da 14,9 gedir. Sonra 13,5 müsbət mənfi gedir. Bunlar gedir. Qaldı elə mənfi 13,5-dən 1,4'ün cavab hasili. O da elə cavabını yazaq. Mənfi 18,9. Belə. Sonra 9 sual. Deməli deyir ki A-nın kvadratı çıx AB çıx AC üstə gəlib BC nəyə bərabərdir? Bu ikisini bir götürək. A vurulsun A çıx B çıxılsın C çıxır qabağa A minus B. Təkrar A minus B çıxır. A minus B vur A çıx C. Şərtdə A minus B'nin yerinə 3 yazdılar. A minus C'nin yerinə 4 yazdılar. Bunların hasili cavab 12. 10. sualda deməli A-nın kvadratı üstə gəlsin AB çıxılsın AC çıxılsın BC nəyə bərabərdir? A-nı çıxarsaq qabağa A üstə gəlsin B qalır, çıxılsın. Mənfi C-ni çıxarsaq A üstə gəlsin B, təkrar A üstə gəlsin B çıxır qabağa.
A üstə gəlsin B vurulsun A çıx C. Şərtə görə A üstə gəlsin B-nin yerinə 2 veriblər, A çıx C-nin yerinə 3 veriblər, cavab elədi 6. 11-ci tapşırıqda deyir ki, 2x kvadratı üstə gəlsin ax plus b-ni vuruqlarına ayıranda x plus 3 və 2x minus 5 olur. Bunu da vurub açanda alırsınız 2x-in kvadratı. Bu da 6x-dən mənfi 5x-in cəmi üstə gəlir 2x çıx 15-dir. Aydın ki, bunları bərabərləşdirəndə A-nın yerində 1 dayanır, B-nin yerində mənfi 15. 12-ci sual. Bunların hansını soruşur? A, B, mənfi 15. 12-ci sual. 5x-in kvadratı üzərinə gəl ax çıx B. Deyir, bərabərdir. 5x plus 1 vurulsun x minus 2. Bunu açanda olur 5x-in kvadratı. Baxın, mənfi 12x müsbət x-dir, mənfi 9x çıx 2. Bir-birinə bərabərdir deyə A-nın yerində mənfi 9 dayanır, B-nin yerində də 2 dayanır. Bunların hasili AB mənfi 18. 13-cü sualda demək, sual belədir. 3-də 16, 3-də 16 belə yazıram. 3 8-in kvadratı. Bu da 1-in kvadratı. Bu da 820 vurulsun. 9 4-də 308 yazıram. Yəni, şərti belə dəyişdik. Bu aydın ki, yuxarıdakı A kvadrat çıx B kvadrat düsturuna görə bir dəfə çıxırsınız. Bir dəfə də toplayırsınız. Məxrəcdə 820 vurulsun. 3 8 plus 1. Plus 3. İxtisar getdi, qaldı, bərabərdir. Məxrəcdə 820, yuxarıda 3 8 çıx 1 qaldı. Üstə gəl 3. Bu da bərabərdir. Bu da oldu 3 4 çıx 1, 3 4 üstə gəl 1. Bu da 820. Deməli, bu da bərabərdir. 3 4 80 1-dir, çıxanda 80. Bu da 82. Bu da 82 vurulsun 10. Üstə gəl 3. 82 ilə ixtisar getdi, qaldı 80-ın 10-a nisbəti 8, 3-dən toplayanda 11. Sonra 14-cü sualda deməli, baxın, 508 çıx 1 yazıram. 504 çıx 1, 504 plus 1. Məxrəcdə də qaldı, deməli, 78 vurulsun. 504, üstə gəl 1, üstə gəl 5. 504 ilə bir ixtisar getdi. Yuxarıda qaldı 5-in kvadratı çıx 1, 5-in kvadratı üstə gəl 1, böl 78, üstə gəl 5. Bəli, 5-in kvadratı 25-dən 1 çıxdı, 24 qaldı. Bu da 26 elədi. Bu da 3 vurulsun 26. Buradan 26'lar ixtisar getdi. 24'ün 3'ə nisbəti 8, 8'dən 5'in cəmi 13. Sonra 15-ci suala baxaq. 15. Deməli, bu bərabər yazaq, şərtdə kublar cəmidir. 22 üstə gəlsin 23. Vuraq, 22'nin kvadratı çıxılsın 22 vur 23. Biz üstə gələ 23'ün kvadratı bölünsün 15. Çıxılsın 3 dənə 22 və 23. 22 ilə 23'ün cəmilə demək 45, 15'ə böləndə 3 qaldı. 3 vurulsun, demək 22'nin kvadratı çıx 22, 23. 23'ün kvadratı bir də təzələn bax bu 3'ü də çıxarsaq babağa, bax 3'ü. Bu 3, bu 3. Qaldı yenə çıxılsın 22, 23. Bu 2 dənədir, görürsünüz bax 2 dənədir. Yəni 3 vurulsun, elmin ki A-nın kvadratı çıxılsın 2 dənə A, B, üstə gəlir B-nin kvadratı. Yəni bu bərabər oldu 3 vurulsun həmən A çıx B-nin kvadratı. Bax belə. Sonra 16. sual. Deməli 44'ün kubu üstə gəlir 38'in kubu. 44 üstə gəlir 38. Vurulsun 44'ün kvadratı çıxılsın 44 vur 38 üstə gəlsin 38'in kvadratı. Bölünsün 41. Çıxılsın 2 dənə 44 və 38. Bəli, 44 dənə 38'in cəmi elədi 82. 41'in ixtisar gələn 2 qaldı. Bu 2'ni də təkər, bax bu 2 ilə bu 2'ni çıxardırım qabağa. Qaldı 44'ün kvadratı çıxılsın 44 38. Üstə gəlir 38'in kvadratı, bir də çıx 44 38. Yeni deyirəm, bax bu 44 38 2 dənə sayır.
2 dənə 44-ün kvadratı çıx. 2 dənə 44 38 üstə yerə 38-in kvadratı. O da bərabər olacaq 2 vurulsun 44 çıx 38 ilə də 6. 2 vurulsun 6-nın kvadratı. O da elədir 72. Tamamlayaq. Deməli 17 sual. A kvadrat üstə gəlsin 2AB. Üstə gəlsin B-nin kvadratı çıxılsın C-nin kvadratı bərabər 17. Olarsa 2C minus A minus B-ni tapın. Bu üçlü yolda A üstə gəlsin B-nin kvadratı. Belə. Çıx C-nin kvadratı 17. Bir dəfə A üstə gərək B çıx C yazıram. Bir dəfə də A üstə gərək B üstə gərək C. Bu oldu 17, yəni 1 vur 17. Bəli, toplayanda çox olur deyə. Deməli, A üstə gərək B üstə gərək C. Buna natural da 17'dir. A üstə gərək B çıx C'də azdır. Azın yerinə 1 yazıram. Çox yerinə 17. Tərəflər toplayanda şahidlər. Bax, C'lər getdi. Qaldı 2A. 2B 18. A ilə B'nin cəmi 9. Elə A ilə B'nin yerinə 9 yazanda 9 çıx C 1'dir. C də 8'dir. Bizdən soruşur 2C çıxsın A plus B'ni. 2C 16'dır. A plus B də 9'dur. Cavab elədi 7. 18. sual. A ilə B'nin cəmi deyir 5'dir. A kubu ilə B kubunun cəmi 50'dir. Tapın deyir AB hansı. Sadəcə bunu açaq. 50 bərabərdir. A kubu üstə gəl B kubu. O da A üstə gələ B'nin kubu. Çıxılsın deməli 3AB. Vurulsun A üstə gələ B. A üstə gələ B 5'dir. 5'in kubu elədir 125. Bəli 5 dəfə üçün 15 AB. Bəli bu elə deməli 50. 125'dən 50 çıxırsınız 75. 15 AB 75. AB'ni soruşur. O da bərabərdir 5'e. 19 sual. Deməli A kvadratı üzərinə gəlsin B'nin kvadratı deyir 2'ye bərabərdir. Bizdən soruşur A üstü 6. Üstə gəlsin B üstü 6. Üstə gəlsin 6 A kvadrat B kvadrat nəyə bərabər? Bu bərabər. Düzdür, qapalı sualsı ilə A ilə B'nin 1 yazanda 1 üstə 1 gələn 2'dir. Bu da 1 yazanda 1, 1, 2. Bu da səhv. Cavab 8 yəni. Cavab olaraq aydındır. Ancaq yol nədir? Deməli, buradan bunu yazıram. A kvadratının kubu. Bu da olsun B kvadratının nədir? Kubu. Bir üstə gəlsin həmən 6A kvadrat B kvadrat. Deməli, bu ikili yazıram. Deməli, A kubusu gibi B kubusu var. A kvadrat üstə gələ B kvadrat kubu. Çıxsın 3 dənə bunların hasilini. Sonra vuraq bunların cəmi. Bir də üstə gələ 6 dənə bax bu. Hə, burada deməli, yerinə 2 yazsaq. Bu oldu 2'nin kubu 8. Bunu yeni 2 yazan dilə də 6A kvadrat B kvadrat üstə yerə 6A kvadrat B kvadrat cavab ilə 8. Sonra deməli 20-ci misalda 1 A bərabərdir 2007'nin kvadratı. Burada 2006 var, onu yazıram 2007 çıx 1. 2008 yazıram 2007 üstə gəl 1. Mötərizəni açanda 2007'nin kvadratda gedir. Burada 1 qalır, 1'dən 1 çıxır. Birinci uyğun gəldi B bəndi və D bəndi. İkinci A bərabərdir 2008'in kvadratı. 2003 yazıram 2008 çıx 5. 2013 yazıram 2008 üstə gəlsin 5. Buna açanda bunlar 2008'lər getdi qaldı 25. Buradan 5 çıxır. Ona görə ikinciyə uyğun gəldi. Sadəcə A bəndi. Üçüncüdə A bərabər 2009'un kvadratı çıxılsın. 2009 çıx 6. 2009 üstə yer 6. Bəli, burada kökün altında 36 qalır. Buradan da 6 çıxır. Üçüncüyə uyğun gəldi C bəndi. 21-ci misalda bir də A bərabərdir 2010'un kvadratı. 2008 yazıram 2010 çıx 2. 2012'ni yazıram
10 üstə gəlir 2. Kökün altında 4 qaldı. Kök altında 4-dən 2 çıxır. Birinciyə uyğun gəldi. B bəndi və Y bəndi. İkincidə A bərabərdir 2011-in kvadratı çıx 2008 yazıram 2011 çıx 3. 2014 yazıram 2011 üstə gəlir 3. Kökün altında 9 qaldı. Buradan 3 çıxır. İkinciyə uyğun gəldi C bəndi. Üçüncüdə A bərabərdir 2012-nin kvadratı çıxılsın. 2008 yazıram 2012 çıx 4. Digərdə 2012 üstə gəlir 4. Bu da kök altında 16 deyir. Buradan da 4 çıxır. Üçüncüyə uyğun gəlir A bəndi. Sonra 22-ci misala baxaq. Yenə eyni Venn diaqramıdır. Deyir A bərabərdir x kvadrat çıx 4-ə. B bərabərdir x-in kubu üstə gəlir bx-in kvadratı üstə gəlir gx plus d-yə. C də bərabərdir x kvadrat üstə gəlsin 4-2 üstə gəl 3-ə. Eyni-beyni də veriblər. Bu olsun deyir A çoxluğu. A diaqramı. Bu da B-dir, bu da C-dir. Aha. Burası da x plus 3. Ortaya x çıx 1, buraya x minus 2. Aha. Biz bilirik ki bu bərabərdir. Məsələn x minus 2 vurulsun x plus 2. X minus 2 var idi. Var idi. X plus 2 yoxdur. Yazdı bura x plus 2. Bu 7. B də bərabərliyin kökləri -3-də -1-dir. Ya da parçalayanda 3-2 üstə gəlir x. Bu oldu x plus 3-lə x plus 1-in hasilidir. X plus 3 var. 1 yoxdur. Buraya yazdım x plus 1. Artıq B bu üçlüyün hasili olacaq. Yəni B'ni yerine yazıram. Deməli x plus 2. X çıx 1. X plus 1. Bax belə. O da x plus 2 vurulsun. Bu ikisinin hasili x kvadratı çıx 1'dir. Bunu da açanda x'in kubu. Deməli üstə gəlsin. Deməli 2x'in kvadratı. Bir də çıxılsın 2x çıxılsın 2. Bu da aydın ki buna bərabərdir. Bərabərləşdirəndə B'nin qabağında deməli 2 dayanır. C'nin qabağında -1 dayanır. D'da da -2 dayanır. Soruşduğu B üstə gəlir C. Çıx 2 deyildi. B ilə C'ni toplayıram. Yəni 2 üstə gəlsin -1. Çıxılsın 2 vur -2. Belə. O da 1 üstə gəlsin 4. Bunun cavabı oldu 5. Sonra 23-cü suala baxaq. Deməli x üstə gəlsin A-nın mötərizə kvadratı çıxılsın. Deməli y üstə gəlsin B-nin mötərizə kvadratı bərabərdir. X plus y üstə gəlsin 1. Bir də x minus y çıxılsın 5. Bərabərliyi vermişdi. A üstə gəlsin 2B-ni tapın. Deməli burada deməli bir dəfə çıxırıq. X plus A çıx y çıx B. Bir də toplayırıq. X plus A plus y plus B. Bu da bərabərdir. X plus y plus 1 və x çıx y çıx 5. Buradan x çıx y'in yanında x çıx y burada da var. X plus y burada da var. Deməli x çıx y'in yanında A minus B dayanır. Bu da -5 dayanır. Burada cəmin yanında A plus B dayanır artıq. Bu da 1 dayanır. Tərəfləri toplayanda 2A'sı -4'dür. Buradan A'sı -2'dir. A -2 isə B'də müsbət 3'dür. Vəssalam. Soruşur A üstə gəlsə 2B'nin. A -2'dir. Üstünə də 6 gəndə cavab elədi 4. 24 son. Yenə çıxırıq x plus A çıx y çıx 3. Toplayırıq x plus A plus y plus 3. Bərabər x plus y plus 7 və x çıx y plus 6. Bu minus y'dir. Burada da minus y var. Deməli burada minus y x minus y'dən savayı A çıx 3 dayanır. Burada x minus y yanında 6 dayanır. Burada x plus y yanında 7 dayanır. Bu da A plus neydi bu 3 yazdım bura? A plus 3 deyirsən. A plus 3. Bu 3 A plus 3'də bir dəqiqə. Bu x minus y. Bu səhv mi köçdüm? X minus plus B'dir bu. Burası B'dir. Bu deyirsən B'dir. Belə.
Buradan deməli A plus 3 bəli, bərabər nədir? B-yə. Belə deyək. Düzüm oxuduq A plus B. Buradan A'sı deməli 9'dur. A'nın yerinə 9 qoyanda B də bərabər nədir? 12. Bizdən soruşur 2A çıx, B-ni tap. 2A'sı 18'dir. 18'dən 12'ni çıxanda cavab ilə də 6. Burada 2A çıx, B. Burada nə səhv yazı cavab vermədi. Demək x plus A çıx y çıx 3 x plus A düzdür. X minus y plus B düzdür. Burada nə baş verdi? A minus 3 6'dır. Düz yazmışam. Buradan deməli x minus y, x minus y, A minus 3. Buradan A minus 3 B vermək lazımdır. Ters oldu. A minus 3 deməli B'dir. Sonra buradan x plus y. Buradan A plus 3'te 7'dir. Ters yazmış. Onda A'sı deməli 4'dür. B'si de buradan deməli 1'dir. Düzdürmü? 2A minus B'ni soruşur. 2A 8'dir. 1 çıxdı. Cavab nədir? 7. Tamam. Sonra 25'də 10 taydasında 25. Demək çıxırsınız x minus A çıx y çıx B vurulsun x minus A plus y plus B bərabərdir. X plus y plus 2 bir de x minus y plus 7. Burada x minus y var. X minus y. Buradan deməli mənfi A çıx B 7'dir. Buradan x plus y x minus. Burada mənfi A üstə gəlsin. B isə bərabər 2'ye. Bunlar tərəfləri toplayanda B'lər getdi. Mənfi 2A bərabər 9'a. A'sı mənfi 4,5'e. A'nın yeri mənfi 4,5 yazılır. 4,5 üstə gəlsin. B'də 2'dir. B'si de oldu 2 çıxaq. 4,5 bu da mənfi 2,5'e. Bizdən soruşur 2A çıxsın 4B. 2'ni A'ya vuran deyir mənfi 9. Buna da vuranda mənfi 10. Yəni üstə yerə 10. Cavab elədi 1. 26. A'nın kvadratı üstə yerə B'nin kvadratı 2'dir. Tapın deyir A üstü 6 üstə yerə B üstü 6. Üstə gəlsin 6 A kvadrat B kvadrat çıx 1. Bayaq dedim bunu yeni 1 qoyanda baxın 1 qoyanda 2'dir. Bu da 1 1 2 2 6 8 8 çıx 1 cavab eləcə 7. Ancaq əsl yolu bax bunu yazıram. A kvadratı üstə gəlsin B kvadratının kubu çıxılsın 3A kvadratı B kvadrat vurulsun A kvadrat üstə gələ B kvadrat. Bir də üstə gəlsin 6 dənə A kvadrat B kvadrat çıx 1. Bəli, bunu yerinə 2 yazanda şahidlər 2, burada 2 yaz. Bu bərabərdir. Oldu 8 çıxılsın 6 A kvadrat B kvadrat üstə gəlsin 6 A kvadrat B kvadrat çıx 1. Bunlar getdi islah oldu. 8'den 1 çıxdı. Cavab 7. Sonra bir daha 27. tapşırıqda demək A'nın kvadratı çıxılsın B'nin kvadratı bərabərdir 3'e. Burada mesela A'nın yerine 2, B'nin yerine 1 koyabiliriz. A'nın yerine 2, B'nin yerine 1. Sonra A üstü 6 çıxılsın B üstü 6. Bir de çıxılsın 9A'nın kvadratı B'nin kvadratı çıx 1 nəyə bölür? Bax bunu necə yazıram? A üstü 6 A kvadratının deməli kubudur. B üstü 6 B kvadratının kubudur. Çıx 9A'nın kvadratı B'nin kvadratı çıx 1. Bax bunu necə yazacağım? Bərabərdir. Deməli A kubu çıx B kubu üstünə görə bunları çıxıram bir dəfə. Bunun kubu üstə gəlsin. 3 dənə bunların hasini. Vuraq bunların fərqi. Bir də çıxılsın qıraqdakı 9A'nın kvadratı B'nin kvadratı çıx 1. Burada yerinə 3 yazanda baxın 3 yazanda Baydın 9 dənə elədi. Bu 9 dənə getdi. 3 yazanda bu 27 elədi. 27'den 1 çıxdın. Cavab 26. 28 sual. X'in kubu üstə gəlsin. 5x çıx 42. Bərabərdir x minus 3 vursun px. Bəli, biz dərsdə qeyd etmişdik bunların parçalama üsulu. Ancaq ən yaxşısı px çoxasını tapmaq üçün x kubu üstə gələ 5x çıx 42'ni bölürük çoxadın çoxu bölünməsi kimi. Belə. Bu oldu x'in kvadratı. Bunu da tam zəifədə dərsini izah eləmişdik. X'in kubu
Çıxılsın 3x-in kvadratı. Bu asandır yəni bilənlərə. Yuxarıdan aşağı çıxanda bunlar gedir. Dərəcən böyük olan birinci yazaram 3x kvadrat. Üstə yerə 5x çıx 42. Sonra ikisi nəyə vuranda 3x kvadrat edir? Müsbət 3x-ə. Oldu 3x-in kvadratı. Bunu vuranda -9x. Çıxdım elədir 14x çıx 42. Bu da təzən 14-ü buna vuranda 14x çıx 42, yəni 0. Yəni artıq px-i, yəni bunu buna böləndə bu qalır. Yəni belə deyək də px-in yerində dayandı. X kvadrat üstə yerə 3x plus 14. Bizdən də p3-ü soruşur. 3-ü yerə yazsam 9 da yerə 9 da yerə 14. 18 üstə yerə 14. Cavab 32. Sonuncu sual 29. Deməli x kubu. Buradan yəni px soruşur. Px bərabər olacaq. X kubu üstə yerə 7x çıxılsın 22. Bölünsün. Deməli x minus nədir? 2. Bunu da böləndə demək qaldı x-in kvadratı. X kvadrat buna vuranda x kubu çıxılsın 2x-in kvadratı. Yuxarıdan aşağı çıx. Bu oldu deməli 2x-in kvadratı üstə yerə 7x çıx 22. Bu da üstə yerə 2x qaldı. 2x, bu da oldu 2x-in kvadratı. Yəni burası anlamında 2x vurdum x-ə, 2x vurdum -2-yə. Yuxarıdan aşağı çıxanda 11x çıx 22. Burada da üstə yerə 11 qaldı. 11x-ə vuranda 11x eləyir. 2-yə vuranda 22. Oldu 0. Demək px çoxalsın yerində dayandı nə? X-in kvadratı üstə yerə 2x plus 11. Bəli, buradan da bizdən p2-ni soruşur. 2-ni yerə yazın 4, üstə yerə 4, üstə yerə 11. Yəni 8 üstə yerə 11. Cavab nədir? 19. Bu qədər. Elhamdülillah. Allah subhanahu taala sizə zehin açığı versin, yardım eləsin, hər şeyin xeyirlisini nəsib eləsin. Esselamu aleyküm.